Hər vaxtınız, günortanız xeyirli olsun bizim gözəl tamaşaçılarımız. Biz yenə də sizinlə bərabərik. Beləliklə, Gözəl Sən verilişinin bugünkü mövzusunu sizə təqdim etmək istəyirəm. Mövzumuz ana-qız münasibətlərində harmoniya. Qonaqlarımız kimdir? Məhbubə xanım Mehdiyeva, sosioloq, xoş gəlmişsiniz. Yeganə xanım Cəbrayıl qızı, ruhsal yaşam koçu, xoş gəlmişsiniz. Və Fidan xanım Azəri, xoş gəlmişsiniz. Sağ olun, xoş gəldiniz. Mənim də yanımda dəyərli Xuraman xanım Bayramova, şirniyyatçı. Siz də xoş gəldiniz. Xoş gəldiniz. Hər birinizi ayrı-ayrılıqda salamladım. Xoş gəlib, səfalar gətirmişsiniz. Bugünkü verilişimiz düşünürəm ki, hər kəs üçün maraqlı olacaq. Xüsusən qız analarına maraqlı olacaq. Ona görə diqqətiniz bizdə olsun. Görək hansı yanlışları edirik, hansı səhvlərimiz var və necə düzəlişlər edə bilərik. Artıq başlayaq düşünürəm. Ümumiyyətlə belə bir söz var ki, hər evdə bir qız övladı olmalıdır. Nə üçün qız övladı? Qız övladı olmalıdır, amma bəzən olmaya da bilir. Təbii hər evdə qismət olsa övlad olmalıdır. Əgər Allah qismət edirsə. Qız övladının oğlan övladından fərqi odur ki, o özünü ətrafında bir çöhrə yaradır və sevdirə bilir. Həm evdəkiləri, həm valideynləri. Adətən atalar qızlarına daha çox bağlı olur. Və qız övladı olan evlərdə görünməyən bir enerji, bərəkət, ruzu, rahatlıq, huzur və rənglilik olur. Məsələn, onların saçları, gülüşləri, valideynlərinə duyduğu duyğuların daha açıq ishar olunmuş forması olur. Fikir vermisinizsə, qızlar öz sevgilərini də tez-tez dilə gətirir və eşidilməyini istəyirlər. Bir evdəki sevgi həm dilə gətirilir, eşidilirsə, demək ki, gözəl bir nemətdir ki, evdə olsun. Son zamanlar deyə bilərik ki, insanlar fikirlərini normal şəkildə dilə gətirməyi bacarırlar. Eləcə də uşaqlar, xüsusən indiki gənclər, indiki uşaqlar xüsusən öz fikirlərini dilə gətirirlər rahat şəkildə. Bu da yəqin ki, valideynlərdən asılıdır. Çünki biz cəmiyyətdə böyüyürük, biz ailədə böyüyürük, nə eşidiriksə onu da göstəririk. Bəlkə valideynlər indiki dövrdə övladlarına sevgilərini dilə gətirməyi bacarıblar, öyrənirlər. Bəlkə ona görə övladlar daha rahatdır. Fidan xanım, bəlkə siz davam edəsiniz. Təbii ki, son dövrlərdə nəinki insanların övladlarına qarşı, hətta düşünürəm ki, bir-birlərinə qarşı etirafları, sevgilərini dilə gətirməklərində müəyyən qədər irəliləyişlər var. Bu da düşünürəm ki, informasiyanın bu barədə çoxluğu, insanların öz üzərində işlənməsi və yaxud da ki, buna meyilli olmaları və yaxud da digər daha əvvəlki nəslin sözlü olaraq sevgilərini ifadə etməməslərinin yaratdığı çətinliklər, boşluqlar, bunların fərqindədirlər və valideynlər artıq düşünür ki, daha yaxşı sözlü olaraq da övladlarına sevgi göstərsinlər. Çünki daha əvvəlki nəsillərə diqqət etsək, onlar övladları üçün hər bir şəraiti qurublar, hər bir belə deyim, qayğı göstəriblər, amma bunu sanki bir sözlü olaraq ifadə etməyiblər. Yəni, səbəblərini soruşanda, adətən seanslarda hər hansı bir pasientlər valideynləri ilə danışan zaman deyirlər ki, mən hər şey etmişəm, öz həyatımdan belə sənin üçün keçmişəm. Qurban vermişəm, öz həyatımı qurban vermişəm. Yəni, valideyn övladı üçün ən yaxşısını etməyə çalışıb. Amma bunu sözlü və fiziksel olaraq göstərmədiyi üçün sanki övladlarında böyük bir boşluq yaradıb. Və bununla böyüyən bir nəsil artıq bu informasiyanı qəbul edib və bunun fərqinə vardığı zaman artıq öz övladlarına, yaxındakı insanlara sevgi göstərməyi və bunu ifadə etməyi bir növ özlərinə borc bilirlər və bunun üçün çalışırlar. Hər nə qədər yaxşı alınır, onu deyə bilməyəcəm, amma ən azından buna cəhd edirlər. Əsas cəhd etməkdə heç bir zaman gec deyil. Çünki biz elə bir dövrdə yaşamışıq ki, valideynlər rahat şəkildə, xüsusən atalar, rahat şəkildə övladlarına sevgilərini bildirməyiblər. Öz hərəkətlərində, özlərini fəda etməkdə, çox çalışmaqda, hətta bir neçə yerdə çalışan atalar olub, analar olub. Və onlar düşünürlər ki, onların borcudur. Onların bu həyata gəlməsinin səbəbi və amalı dünyaya övlad gətirib ona həyatını fəda etməkdir. Əslində bu belə deyildir. Bəzən insan fəda edir. Hansı dərəcədə? Yəni fədakarlığın dərəcəsi var. Gəlin ondan danışaq. Bəli, fədakarlığın dərəcəsi var. Fədakarlıq sözünə baxsaq əgər biz, fədakarlıq böyük bir dərin mənası var ki, hansı ki biz özümüzdən kəsib övlad üçün onu qurban etdikdə qarşıda heç bir müsbət nəticə görmürük.
Əks halda biz ilk növbədə mən təşəkkür edirəm bu mövzunun gözəlliyi üçün. Övlada xoşbəxt valideyn lazımdır. İstər qız övladı, istər oğlan övladı. Biz fəda etmədən, ilk növbədə özümüzü xoşbəxt edib, öz belə deyim, emosional tərəfimizi yüksəyə qaldırdığımız zaman, ancaq o zaman biz xoşbəxt övladlar yetişdirə bilərik. Düzgün buyurdunuz. Yəni biz burada heç bir ayrı seçkilik salmırıq, belə deyək. Qız övladı, oğlan övladı, hər biri insanın bir hissəsidir, bir parçasıdır, ruhundan bir hissədir. Yalnız indi bugünkü mövzumuz qız övladları ilə bağlıdır. Qız övladları biraz həssas olur, biraz duyğularını daha çox biruzə verirlər, siz qeyd etdiyiniz kimi. Ona görə ana-qız münasibətlərinə də istərdik ki, bugünkü verilişimizə daha dərindən toxunaq. Xuraman xanım, övladlarınızla münasibətiniz necədir? Ana-qız münasibətidir, dostluq münasibəti var, yoxsa biraz sərhəd var? Yox, mənim qızım evlidir, 10 ildir evlidir. Xoşbəxt olsun. 2 dənə övladı var. Qızımla həmişə mehriban podruqa, rəfiqə kimi olmuşam. Hər sözünü elə şərait yaratmışdım ki, o mənə həmişə hər şeyini deyirdi. Yəni sir olmurdu sizin? Sir olmurdu. Bəzən gizlətsə də sonradan onun peşmançılığını yaşayırdı ki, ana mən sənə falan şey demədim. Ancaq səhv eləmişəm. İnsanın ən yaxın rəfiqəsi ana olmalıdır, qızın ən yaxın rəfiqəsi. Burada biraz sizinlə razı olmayacağım. Yəqin Fidan xanım da mənimlə razı olmayacaq. Çünki ana-qız münasibətləri sıx olmalıdır. Anaya qız övladı, oğlan övladı fərqi yoxdur, öz fikirlərini rahat şəkildə çatdırmalıdır. Amma rəfiqə sözü bilmirəm nə dərəcədə doğrudur burada. Ümumilikdə bu çox yayılan və bir şablon bir cümlədir ki, məsələn, valideyn övladı ilə dost olmalıdır, ana qızı ilə rəfiqə olmalıdır. Təbii ki, mən bunu hər zaman qeyd edirəm. Bir övlad, istər qız övladı, istər oğlan övladı olsun, öz anasının və atasının onun arxasında olduğunu, hər səhifində yanında olacağını hiss etməlidir. Yəni, hər hansı bir cəmiyyətdə hər hansı bir təhlükə ilə qarşılaşarsa, hər hansı bir xoşagəlməz bir hadisə ilə qarşılaşarsa, ilk gələcəyi yer valideynləri olmalıdır. Amma təbii ki, valideynlə övlad arasında müəyyən bir sərhəd də olmalıdır ki, təbii ki, övlad müəyyən qədər hər bir məsələlər var, elə məsələlər var ki, o detalları valideynlə bölüşmək artıq düzgün deyil və etik deyil. Amma təbii ki, həyatında baş verəcək və yaxud da ki, onun həyatına hər hansı bir təsir edəcək amillər varsa, təbii ki, onları valideynləri ilə bölüşmək daha önəmlidir. Bu da, məsələn, xanım qeyd etdi, deyir ki, yaxın rəfiqəm mənəm. Bəzən valideynlər bu sözü deyir, amma bu sözün arxasında dura bilmirlər. Yəni, övlad hər hansı bir səhvini valideynə deyən zaman, valideyn çox aqressiv yanaşır və yaxud da ki, onun səhvini dəfələrlə onun üzünə vurmaq istəyir və yaxud da ki, dəfələrlə xatırladır, belə deyək, yəni onu pis hiss etməyinə gətirib çıxardır və övladı digər artıq əhəmiyyətli bir şeydə valideyni ilə bölüşmür. Yəni, onu daha çox hiss etdirmək lazımdır ki, onsuz valideyn övladının hər bir səhifində də bəzən onun arxasıca gedir. Əksər hallarda bizim cəmiyyətdə ən azı belədir. Ən böyük, belə deyək, hər hansı bir böyük bir səhv etsə belə, müəyyən müddət razılaşmasa, sonda onun arxasında olur. Amma bəlkə də o əminliyi, o arxasında olmağı əvvəldən hiss etdirsə, övladı da çox böyük səhvlər etməz. Demək ki, cəmiyyətimizdə yaranan belə bir söz var ki, bayaq qeyd etdiyimiz kimi, ana-qız rəfiqə olmalıdır. Biz onun tam əksini indi eşitdik hal-hazırda Fidan xanımla. Yox, təbii ki, o qədər də yox. müəyyən sərhədlər olmalıdır. Müəyyən sərhədlər olmalıdır. Xuraman xanım burada məni gözləyir deyəsə. Mən də demirəm ki, artıq gəlin başlayaq. Nə hazırlayacaqsınız? Bugün biz sizin üçün kakoslu peçenyeler hazırlayacağıq. Kurabiyələr. Kurabiyələr. Bunun üçün Ərzaqları hansılardır? Ərzaqlarımız deməli kərə yağı, Nə qədər? şəkər tozu, 125 qram kərə yağı, hardasa bir yumurtanın sarısı, 1 kabartma tozu, bir paket, 4 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı kakos. Belə başa düşdüm ki, çox asanlıqla Çox asanlıqla hər bir xanımın həm tez,
həm də çox belə qalan bir şey deyil. Yəni bir çay süfrəsində bir dəfə yeyə biləcəyiniz qədər kurabiyələr çıxır. Sonradan Təxminən 20 hazırladığımız hardasa 18-20 dənə. 18-20. Sonra hazırladığımız həmin şeylər kütləni yumrulayıb kokosa, yumurta ağına batırıb Gözləyir. 160 dərəcədə bişiririk. Yəni ki, o da hazırlayıram. asanlıqla 15 Hə. dəqiqəyə düşünürəm. Yəni çox asan başa gələn, praktik necə deyərlər, hər bir xanımın hazırlaya biləcəyi bir ləvazimatlar. Çox sağ olun, yorulmayasınız. O zaman Sağ siz olun. davam edin, biz də davam edirik. Ana-qız münasibətlərindən danışan zaman bayaq da qeyd etdik, valideynlər bəzən qızlarından inciyirlər, küsürlər, yanlarında çox sirdaş olduğu rəfiqə gördükdə inciyirlər. Mən ondan məyər sənə uzağam, nə üçün öz sirrini, dərdini rəfiqənə deyirsən, mənə yox. Yalnız bunun altında yatan problem vaxtında valideynlərin, ananın qız övladına yaxınlıq göstərməməsi, ona dediyi sözdə hər zaman bir problem axtarması, səhvini Fidan xanım qeyd etdiyi kimi hər zaman üzə söyləməsi. Bu yanaşmanı necə dəyişək? Ümumiyyətlə cəmiyyətdə ümumiləşmiş qəliblər var. Siz qeyd etdiniz, ana qızla rəfiq olmalıdır, qızın anadan başqa güvəniləcəyi bir şəxs olmamalıdır. Amma ailələr fərqli olduğu kimi münasibətlər də fərqlidir. Analar fərqli olduğu kimi qızlar da fərqlidir. Burada qızıl orta ondan ibarətdir ki, hər kəs Çox dərin mövzuda düşünürəm. Bunu biraz ətraflı şəkildə gəlin qısa fasilədən sonra davam edək. Bugünkü verilişimizdə ana-qız münasibətindən danışırıq və fasilədən öncə maraqlı bir mövzuya toxundu, maraqlı bir məqama toxundu. Dəyərli qonağımız davam edin. öncə vurğuladığım kimi, yəni ailələr fərqli olduğu kimi münasibətlər də fərqli olur və belə bir qızıl orta var ki, münasibətlərdə ana ilə qızın yaxınlığı o demək deyil ki, sıfır səhvlə bu həyatda davam eləyəcək həmin xanım. Ümumiyyətlə, insan oğluna, insan qızına məxsusdur səhv etmək. Səhvin miqyası geniş də ola bilər, kiçik də ola bilər. Məsələ o səhvdən çıxmaqdır. Nəticə çıxarmaqdır. Məsələ o səhvdən çıxmaq və kimlə, hansı tərzdə çıxarırsan. O demək deyil ki, ana qızınla dostdursa, qızın heç bir səhvi ola bilməz və yaxud da qız ondan hər bir şeyi ilahiləşdirməlidir, hər bir anını anasından paylaşmalıdır. Bu əslində insanda bir acizlik yaradır. Siz övladınızı özünüzə qarşı bir asılılıq tərzində gətirirsiniz. Nəzərə alaq ki, övladlarımız da, valideynlərimiz də bizlə bir ömrü yaşayası deyil. Ortalama insan ömrü var. Maksimum bizlə valideynlərimiz qala bilir 30 il, 40 il. Çox toplasaq və reallıqdır. Biz Kədərli notlara çox toxundunuz. danışa bilərik, utopik danışa bilərik ki, valideynlərimiz bizlə olacaq, biz onlarla olacaq. Elə deyil. Nə qədər reallığı tez qəbul etsək, həyata o qədər adaptasiya ola bilərik. Xəstəxanalarda nə qədər insan əyləşir, yatır, müalicə olunur o insanlar ki, valideynlərini itirib və təklikdən əzab çəkir. Bu demək deyil ki, o deməkdir ki, biz əvvəlcədən həyatın reallıqlarını anlatmırıq bu insanlara ki, valideynlərimiz bizi tərk edəcək. Bizlə nə qalacaq? Onların nəsihətləri, təcrübələri. Xatirələr. Heç bir ana qızınla bir ömür bir yerdə yaşayıb bunu bu şəkildə həll etməsən yanında oluram deyə bilməz. Bu yalan söhbətdir. Qızlara Demək ki, düzgün tərbiyə vermək, eyni zamanda danışmaq, başa salmaq lazımdır. real Hər danışmaq və heç bir adamı, şəxsi özündən asılı hala salmaq lazım deyil ki, tək mən sənin dostunam, sən mənlə bölüşə bilərsən. Xeyr, Belə əsla. məqamlar çox olur cəmiyyətdə. Valideyni itirən qız övladları, oğlan övladları fərqi yoxdur. Özlərini bu dünyada tək, tənha hiss edirlər. Nəyə görə? Depressiyaya düşürlər. Çünki valideyn o qədər ilahiləşdirir özünü və qarşı tərəfi ki, mən Bəzən sənin insanlar tək dostunam. özünü ölümsüz bilirlər. Problem ondadır. Bəli. İstərdim Yeganə xanım sizinlə davam edim. Yeganə xanım, ümumiyyətlə qızlar atalarına düşkün olurlar. Bunu hər kəs bilir. Bunun da hər hansı bir səbəbini indi burada söyləmək istəmirik. Bəzi məqamlar var ki, onu həkimlər desə daha düzgün olar. Yalnız ruhsal bağ, çəkim, nə bilim, bilmirəm, yəni belə bir adını düzgün ifadə etməkdən çəkindiyim bəzi məqamlar var ki, insanlar valideynlərdən qopa bilmirlər.
Yəni ana ilə oğullarda xüsusilə görürük, göbək bağı deyirlər ona. Və qızlarda da təbii ki olur. Gələn mövzumuz oğlanlar haqqında eləyərik. Mən çox istərdim ki, analar və oğullar haqqında mövzumuz olsun. İndi düşündüm, gələn verişlərimizin birində mütləq işıqlandıraq. Göbək bağı nə zaman qırılır? Nə zaman kəsilməlidir? Mən sualınıza başqa yönlə cavab verəcəm. Çox ümumi və gözəl sual verdiniz ki, hansı ki atalar, qız, biz hamımız bunu bilirik ki, necə dərin bağımız var. Amma məsələ ondan ibarətdir ki, biz böyüdüldüyümüz zaman, yəni çox erkən yaşlarda valideynlə övlad arasında olan simbioz əlaqə sağlam şəkildə ancaq kəsildiyi zaman sizin dediyiniz o mənfi hallar olmur. Yəni valideyn dünyadan getdikdə belə şəxs özünü ayaqda saxlayıb öz tutacaq başqa bir məqamlar taparaq, hansı ki onun siz bayaq qeyd etdiyiniz xatirələri ilə, nəsihətləri ilə daha müsbətə, yəni pozitivə fokuslanaraq ən gözəl, belə deyim, vəziyyətə özünü gətirə bilər, amma istərsə. Bunun üçün də valideynlərin üzərinə yük düşür. Övladlarla aramızda olan simbioz əlaqəni ana-oğul, həm də ana-qız çox sağlam şəkildə kəsməliyik. Kəsməliyik ki, onlar daim bizə emosional bağlı olmasınlar. Əks halda... Biz özümüzün də, yəni keçmiş nəslin bir insandan, kimdənsə, onlar valideynlərdən asılı olublar. Sonra istəyiblər ki, övlad onlardan asılı olsun. Bu bağı necə qırmaq lazımdır? Mən sizə belə deyim ki, seanslarımda ən çox müşahidə etdiyim bu olur ki, danışanlar gəlir və onların əsas problemi elə o bağlarda. Zaten ana, ata, insan olmaqdan əlavə bir məhfumdur. Hansı ki, onlar dünyadan getdikdən sonra o məhfumu insan olaraq biz ya müdürümüzə, ya ətrafımızda olan başqa şəxslərə, ən yaxınlarımıza və ya heç tanımadığımız insanlara, belə deyim, köçürdə bilirik. Onların oxşarlarını yarada bilirik. Əgər o bağı sağlam şəkildə bir mütəxəssis dəstəyi olmadan, bir coach, psixoloq və digər professional dəstək olmadan özümüz, ki, hər kəs özü bunu edə bilmir, mütəxəssis dəstəyindən sonra ancaq müəyyən bir zamanda və də o da bizim əlbəttə ki, nə qədər yaşantılarımız olduğuna, nə qədər ağır və ya yüngül olması ilə əlaqəlidir. Fidan xanım, olub sizin elə pasiyentləriniz ki, ana-qız arasında münasibətlər illərlə çox ağır olub və bunun çıxış nöqtəsində yalnız psixoloqa müraciət etməkdə görürlər? Təbii ki, bu məsələyə biraz daha ətraflı yanaşmaq istəyirəm. Ümumilikdə, az öncə də qeyd olundu ki, bir övlad o zaman xoşbəxtdir ki, valideynləri xoşbəxtdir və bir münasibət o zaman xoşbəxtdir ki, o münasibətin, belə deyək ki, pöhrələrində olan insanlar xoşbəxtdir. Bir ana nə qədər həyatda, keçmişdə öz yaşadığı travmatik bağlarından qopa bilmirsə və həyatda özünü müəyyən qədər təsdiq edə bilmirsə və yaxud da ki, emosional boşluğu çox böyükdürsə, onlar övladlarına aşırı bağlı və bu təbii ki, bizim burada bağlı olmağımız yaxşı bir xüsusiyyətdir. Sadəcə aşırı bağdan söhbət gedir. Aşırı bağlı olur və onlar övladlarının hər bir halına müdaxilə etmək istəyirlər. Yəni, burada artıq bir valideyn obrazından çıxır. Məsələn, ana qızının hər hansı bir padruqası ilə olan münasibəti onu qısqanır və yaxud da ki, oğul anaları aşırı dərəcədə gəlinlərinə müdaxilə edirlər. Yəni, çünki həyatda olan bütün obrazlarını və bütün rollarını bir insanda cəmləyirlər. Bu, bizim həyatımızın bütün sferalarında belədir. Mən hər zaman bunu belə izah edirəm. Əgər biz hər hansı bir işə bir yatırım ediriksə, təbii ki, bir filiala bütün hər bir şeyi cəmləsək, bütün yatırımı bir filiala cəmləsək və orada bir yanğın olsa və bütünlükdə yox olacaq. Əgər məsələn onu bir neçə yerdə toplayırıqsa, birinə bir zərər gələrsə, digərləri ayaqda tutacaq həmin insanı, sahibkarı deyək. Eləcə də münasibətlər belədir. Bir insan bu sevgi, yəni romantik münasibətlərdə də belədir, ana-övlad münasibətində də belədir. Bütün
həyatda bütün belə deyək, rolları bir insanda cəmləyirsə, bütün qayğını bir insanda görməkdən və həyatda hər bir şeyi bir insandan asılı olduğunu görürsə, bu münasibətlər hər zaman zərərli çıxacaq və elə analar sonda övladlarına günahkar hiss etməyi bacarırlar ki, sən necə övladsan, mən sənə illərlə bunu elədim, amma sən Həyatını fəda indi etdin. fəda etdim, sən indi amma bunun qarşılığını və s. vermirsən kimi. Yəni təbii ki, yaxşı olar ki, bir insan həyatda özünü bir çox istiqamətdə təsdiq edə bilsin və orada xoşbəxt saya bilsin. Və onda Bəli, buyurun. münasibətlər normasını tapacaq və son vaxtlar seanslardan belə deyək, bir müşahidə çıxarsaq, çox zaman sosial şəbəkələrdə çox yanlış bir tendensiya yaranıb. Sanki insanları valideynləri ilə bir düşman halına gətirməyi sevirlər. Bunu çox zaman bir çox mütəxəssislər də edir. Yəni sənin bütün travmalarının səbəbkarı valideyndir və s. və s. Və valideynlərlə övladlar arasında böyük konfliktlər yaranır. Çünki valideynlər də əksərən düzdür, hər hansı bir zərər veribsə, xüsusi bilə-bilə bunu edibsə və s. bu hallar da mümkündür. Amma valideynlər çox zaman sevgini və doğru bildiklərini övladlarına ən yaxşısını etməyə çalışırlar. Onun üçün son vaxtlar yəni ən çox bunun münaqişələri olur valideynlərlə övladlar arasında ki, sən mənə düzgün etməmsən, sən mənə travma vermirsən, sən mənim həyatımı. Əgər bir insan artıq bunun fərqindədirsə, bu davranışı dəyişdirmək artıq onun öz əlindədir. Ümumiyyətlə, bayaq qeyd etdiniz ki, insan nə isə verəndə qarşılıq gözləməməlidir, xüsusən valideyn. Əgər mən dünyaya övlad gətirmişəmsə, demək mənim borcum onu hər mənada, hər şeylə təmin etməkdir. Təbii ki, bacardığım qədər. Mənəvi bağlar mütləq olmalıdır, sevgi bağları qarşılıqsız olmalıdır. Biz nə qədər desək də, biz övladlarımızın yaxşılığını istəyirik, bəzən yaxşı bildiyimiz çox yanlışlar etmişik övladlara qarşı. Bizim üçün doğru olan onlar üçün yanlış olub. Ona görə valideynlər bəzi məqamlarda çox diqqətli olmalıdırlar və verdikləri sevginin, qayğının, qarşılığını gözləməməlidirlər. Bəzən olur ki, nə zaman dünyaya övlad gətirəcəksən sözünü eşidirik. Yaşlı olanda, qocalanda sənə kim baxacaq? Yəni, bu söz nə dərəcədə ağır sözdür? Təbii ki, bu biraz illərin bizə gətirdiyi bir düşüncədir. Bunu dəyişmək heç asan da olmayacaq və bunun üçün çox illər lazımdır. Amma az öncə qeyd etdiyiniz kimi aşırı fədakarlıq. Yəni valideyn aşırı fədakarlıq o deməkdir ki, mən aşırı fədakar olaramsa daha çox sevilərəm. Əslində tam əksi olur. Yəni mən elə düşünürəm. Yəni insan fədakarlığını da bir yerdə nizamlamalıdır. Yəni valideyn özünə də zaman ayırmalıdır, özünü də xoşbəxt edəcək nələrsə etməlidir və bununla yanaşı təbii ki, ikinci plana qoymalı deyil, və düşünürsünüz. Bəzən valideyn sanki övladıma yaxşı edə bilərəmsə, aşırı fədakar ola bilərəmsə, həyatdakı missiyamı, həyatdakı rolumu daha çox yaxşı tamamlanmış olaram deyə düşünüb övladına aşırı fədakarlıq edir. Yəni burada əsas, yəni bu fədakarlığın altında yatan duyğu hansı duyğudur, onu aşkarlamaq lazımdır. Bəzən fədakarlığın altında yatan duyğu özünü təsdiqləməkdir özü üçün. Daha çoxunu eləsəm, daha çoxunu sevilərəm. Özünü təsdiqləyib daha çox sevgi qazanmaq istəyir valideynlər, xüsusən analar. Bəzən olur atalar da təbii ki, amma biraz hər şeyə diqqətli yanaşmaq lazımdır. Xuraman xanım, vəziyyət necədir? Bu mövzu maraqlıdır sizə. Mövzumuz. Yoxsa Mövzu təbii ki, bütün yaşadığımız cəmiyyətdə hamı qarşılaşır, övladı olan hər kəs. Hamı ən yaxşı ana olmağa çalışır, bacardığı qədər. İndi yəqin ki, mənim də səhvlərim var. Qızım ana olduqdan sonra məni daha yaxşı başa düşür. Ən əsası odur. Onun da bir qızı var. Həqiqətən qız olduqdan sonra dedi ki, doğrudan da ana sən nələr yaşamısan, indi o şeyləri mən başa düşürəm. Mən daha yaxşı başa düşürəm. Bir çoxlarımız eşitmişik ki, eybi yoxsa məni başa düşmürsən, ana olandan sonra anlayacaqsan. Həqiqətən də elə oldu. Ana olandan sonra valideynin nə qədər əziyyət çəkdiyini, nə qədər özünü fəda etdiyini insan başa düşür. Yalnız yenə də təcrübə, yenə də eşitdiyimiz sözlər, yanlış bildiyimiz doğrular, onların əsasında biz həyatımızı qururuq.
və bu problemləri, yaşadıqlarımızı istəsək də, istəməsək də övladlarımıza keçiririk. Gəlin bu yolda cəmiyyətimizə bacardığımız qədər yardım etməyə çalışaq. Gəlin sizinlə davam edək Yeganə xanım. Bəli, tamamilə sizinlə razıyam. Bir valideynin nə qədər sağlam zehində olmağı, övladın bir o qədər xoşbəxt və sağlam olmağı deməkdir. Övlad da cəmiyyətin olduğu üçün, cəmiyyətə nə qədər fayda və xeyir verməsi yenə də biz valideynlərdən keçir. Daha sonra sizin bayaq psixoloqumuz da çox gözəl məqamlara toxundu. Orada əsas məqamlardan biri də odur ki, biz belə desək, ana ilə olan münasibətimiz bizim şəxsi həyatımıza, yəni iç dünyamıza, daxili dünyamızın çöldəki təzahürüdür. Digər tərəfdən isə ata ilə olan münasibətimiz isə bizim dostlar, karyera və işlə bağlı məsələlərə gedib aparır, yəni biraz daha uzaqlara aparır. Onun üçün biz nə qədər, bir də maddi durum da ora daxildir. Maddi durum ata ilə bağlıdır. Bəli, ata ilə bağlıdır və əsas məqam ana qız tərəfindən baxsaq əgər, güvən, bir qadın, bir qız uşağı əgər cəmiyyətə nə qədər güvən hiss edirsə, onun ana ilə münasibətinin sağlamlığından gəlib keçir. Güvənlik isə, yəni xaricdən... Yəni anaya güvəndikdə, ana ilə münasibətlər yaxşı olduqda cəmiyyətə güvənirsə, ana ona güvən verərsə, ana ona yetişdirdiyi zaman nə qədər güvənli böyüdərsə, ətrafdan uzaqlaşdırmadığı, qorxutmadan, ona ən doğrunu ideal şəkildə göstərmək, bir də hər zaman ana personasında deyil, ana obrazında deyil, eyni zamanda bəzən insan obrazında da məsələyə obyektiv yanaşmalıdır ki, daha sağlam nəticə əldə etsin. Bəs ana ilə qızların arasında hər zaman bir mənalı olmur, yaxşı da olmur, pis də olmur deyə bilərik. Yəni bunu konkretləşdirə bilmərik. Yəni müxtəlif məqamlarda vəziyyət dəyişir. Və dəyişən zaman valideyn dəyişən övladını qəbul etmir. Nə mənada? Ailə həyatı qurur, istər-istəməz onun öz məişət qayğıları, öz problemləri, əslində qalsa övlad dəyişmir, mühiti dəyişir. Və valideyn o zaman istəyir övladını kontrol etsin, ailə həyatına müdaxilə etsin. Müdaxilə edən zaman da problemlər yaşanır. Yəni, adətən oğul anaları edirlər müdaxilə, yalnız qız analarında etdiyini görürük. Buyurun. Bəşər yaranandan insan təbiətində idarə etmə istəyi var. Və bu idarə etmə istəyi bəzən bizə çox baha başa gəlir. Yəni, biz kiçik yaşda olanda valideynlərimiz bizim geyindiyimiz geyimin rənginə, saçımızın hansı şəkildə yığılmağına qərar verirdisə, böyüyəndən sonra bu artıq qərarlar onların əlindən çıxmış olur və onlar idarə etmə gücünü itirirlər. Beləliklə, idarə etmə anadan keçir övladlarına. Və ikinci məsələ, övlad artıq başqa məsuliyyətlər sahiblənir və ailə həyatında istəmir artıq ikinci müdaxilə olsun. Hər ki, valideynləri vurğuladınız, qızların anaları, oğlanların anaları ailə mühitində müdaxilə edib o idarə etməni bərpa etmək istəyirlər. Yaradılışda o qədər bizdə idarə etmə istəyi var ki, o idarə etməni davam etmək istəyirik. Beləliklə, ailədə bir neçə idarə etmə olanda təbii ki, bütün o sistem, ana xətt pozula bilir. Ona görə biz o narsist düşüncədən çıxaraq məsuliyyətlərimizi bölüşərək qarşı tərəfin artıq öz qərar qəbul etmə yaşını qəbul etməliyik. Yəni, heç bir ana, heç bir ata digər ailənin hansı məsuliyyətlərinin, hansı qayğıların olduğunu müəyyənləşdirə bilməz. Yaxşı olar ki, hər bir ana öz evində ana olsun, qızının, oğlunun evindəki analıq biraz ona problemlər yarada bilər. Nəinki özünə, həm də övladlarına. Bir də biz cəmiyyətdən danışırıqsa, utopik düşüncələrdən daha çox reallıqlara söykənməliyik ki, bizim izləyicilərimiz də bəzi nəticələrə çıxa bilsin. Biz bioloji varlıqlardan, bioloji bağlılıqlardan danışdıq, amma bəzi analar var, bioloji ana deyil, hansısa bir övladı götürüb böyüdür, ona sahib çıxır, bütün qayğılarını, məsuliyyətlərini üzərinə alır. Mən onlardan danışmaq istəyirəm. Çünki biz edən bizim qan bağlılıqlarımız deyil. Bəzən bizdən qandan bir olmayan, saç rəngimiz, göz rəngimizdən fərqli olan insanlar çıxır həyatımıza. Bizə elə bir ana-ata sevgisi verir, elə bir dostluq sevgiləri verir ki, insan onda anlayır ki, onun irsindən deyil, onun yanından olan, onu
qəlbən sevən insanlar onu sahiblənir və o insanlarda belə bir xüsusiyyət görmüşəm. Ayağın incilsə, bir barmağın əzilsə, elə bir onun canından can qoparılır. Demək ki, övlad candan çox ruhdan ruh qoparılmış bir duyğudur və nə qədər insanlar var, xanımlar var ki, ana deyirlər bioloji, amma sevgi ilə bizə gözəl qayğı ilə yanaşırlar, həyatımızı gözəlləşdirirlər. O insanlara təşəkkürümü bildirirəm. Nə qədər ki, bizim qanımızdan olmayan insanlar sevgi verəcəklər bizə, onda bütün məsələlər həll olunmasa da bütün çətin vəziyyətlərdən çıxa biləcəyik. Çox gözəl məqamlara toxundunuz. Bunu da mütləq qeyd etmək bizim borcumuzdur ki, əlbəttə bioloji ana olmaq o demək deyil ki, sən övladını bioloji ana olmayan valideyndən daha çox sevirsən. O qədər bioloji ana olub övladını yetimlər evinə atan valideynlər, analar görmüşük və onun tam əksi olaraq yetimlər evindən övlad götürüb ona sahib çıxan analar görmüşük. Ona görə bu məqama çox gözəl toxundunuz. Təşəkkür edirəm sizə. Bilirsiniz, həyat belə bir məqam var da, bəzən baxırıq ki, hansısa uşaqlar evinə gedirik, yəni tez-tez hər kəs gedir, görür. Bir tərəfdə övladını başqa əllərə əmanət edən analar görürük, bir tərəfdən isə ailələrdə övlad axtarışında olan valideynlər görürük. Demək ki, həyat təzaddır və insan seçimlərindən ibarətdir. Nə qədər ki, bilirsiniz nəyə bənzəyir bu? Məsələn, adətən son vaxtlar ailələr pişik, it, ev heyvanları sahiblənir və gedir ən yaxşı cins pişiyi seçir. Bəziləri isə gedir o küçədə əzilmiş, yaralı hansısa pişiyi götürür, sağaldır və onu ailə üzvünə çevirir. Demək ki, məsələ hansısa cins, gözəllik, ideallıq deyil. Məsələ sevginin tamamlanmağıdır. İdeal nə münasibət var, nə ideal insan var. İllərlə insanlar ideal axtarıb. Yalnız problemlə qarşılaşıb. İndiki dövrdə insanlar hər şeyi dərk etdikdən sonra, maarifləndikdən sonra, fərqindəlik artdıqdan sonra idealın olmadığını anlayıb həyata rahat baxırlar. Bir də gözləntilər gərək az olsun və yaxud da heç olmasın. Gözləntilər nə qədər çox olsa, məyusluq da bir o qədər çox ola bilər. Ona görə biraz rahat yaşamaq lazımdır. Heç kəsdən heç nə gözləmək lazım deyil. Eləcə də valideynlər övladlardan, övladlar da valideyndən. Biz danışırıq valideynlə qız münasibətindən, amma gəlin belə bir məqama toxunaq ki, bəzən valideynlər övladdan gözlədikləri kimi, övladlar da valideyndən çox şey gözləyirlər. Onları hər mənada yanlarında olmasını istəyirlər, tələb edirlər, maddi vəziyyətlərin düzəltməsini istəyirlər, ailə həyatı qurduqda ev almasını tələb edirlər, atalardan avtomobil istəyirlər. Gəlin bu məqamları da işıqlandıraq ki, heç kəsin bizə borcu yoxdur. Bizi dünyaya gətiriblər, bizə təhsil veriblər, bizim qayğımıza qalıblar, sevgi veriblər, bacardıqlarını ediblər. Bu artıq yetərlidir. Düzdür. Buyurun. Xüsusən son vaxtlar yeniyetmələrlə ünsiyyətdə olan zaman bunun çox şahidi oluruq. Çox məni kədərləndirən və məyus edən bir məqamdır. Sanki valideyn bütün duyğulardan azad bir insan kimi və yaxud da ki, öz həyatı yox olan bir insan kimi yanaşırlar. Sanki onların hər bir etdiyi hər bir hərəkətə, hər bir emosiyaya valideyn çox stabil reaksiya verməlidir. Və yaxud da ki, valideyn onun hər hansı bir maddi ehtiyacını mütləq ödəməlidir kimi yanaşmalar var. Təbii ki, elə məsələn, ana-qız münasibətində də, yəni hər iki tərəf bir-birinin fərdi bir insan olaraq individuallığını nəzərə alsa, məsələn, biz də analarımızın belə deyək, hər hansı bir vəziyyətdə emosional ola biləcəyini, kədərli ola biləcəyini, hər hansı gün, məsələn, onun da hər hansı bir yemək hazırlamamaq üçün bir həvəsinin olmayacağını çox normal yanaşsaq, təbii ki, bu anlaşıqlı münasibətlər daha davamlı, daha möhkəm və daha sadiq olur və belə deyək, alt şuurda bir aqressiya yaranmır.
Əgər qeyd etdiyiniz kimi gözləntilər çox olacaqsa, qarşı tərəfi biz həm valideyn, həm övlad qarşı tərəfi sanki bir robot kimi təsəvvür edəcəksə, hər vaxt bizim bütün duyğularımızı, bütün maddi ehtiyaclarımızı ödəyəcək biri kimi təsvir edəcəksə, orada bir konfliktlər yaranacaq və münasibət nə qədər də ənənəyə görə davam etsə də, amma altında bir doğru olmayan və gərgin bir münasibət yatacaq. Çünki biz belə bir cəmiyyətdə böyümüşük. Oğulları evləndirdikdə mütləq ya ev alırdılar, evdə yoxdursa valideynlə yaşayırdı. İndiki dövrdə düzdür, nisbi götürsək biraz vəziyyət düzəlib deyə bilərik, amma yenə də gözləntilər çoxdur. Bu gözləntiləri qırmaq, hər zaman kimsə sənə nə isə borcludur düşüncəsindən uzaq olmaq üçün nə etməliyik? Təbii ki, valideynin müəyyən öhdəlikləri var övlad qarşısında. Təhsil 18 vermək, yaşa kimi təhsil vermək, hər hansı bir müəyyən bir məqamlarda dəstəkçisi olmaq. Əgər bir övlad hər hansı bir gəlib 35 yaşına çatıbsa və yaxud da ki, müəyyən bir yaşı varsa, sırf ona valideynindən nəsə gözləyirsə, yəni valideynim ev almalıdır, maşın almalıdır, bu çox səhv yanaşmalıdır. Yəni valideyn necə ki biz nələrsə bacara bilmiriksə, valideyn də bunu bacara bilməz, bacara bilmədiyi məqamlar ola bilər. Yəni burada qeyd etdiyimiz kimi, yəni bir empatik yanaşmaq lazımdır. Yəni özümüzü bir valideyn tərəfdən çıxış etməliyik ki, yəni biz də nələrsə bacarmırıqsa, deməli məsələn, valideyn də bunu bacarmaya bilər və bu çox normaldır. Yeganə xanım, ayrı seçkilik olur valideynlə. Bəzən valideyn övladlar arasında fərq qoyur. Deyirlər ki, oğlan övladı varsa, analar daha çox oğullarını sevirlər, onlara düşkün olurlar. Və yaxud da uşaqlar arasında sevgi fərqini uşaqlar hiss edir. Birinə daha çox diqqət ayırırlar, digərini ayırmırlar. Bu həqiqətən belədir, yoxsa uşaqları ilə gəlir və yaxud da valideyn düzgün ifadə edə bilmir fikirlərini? Sualınıza belə cavab verəcəm ki, bu biraz ümumi yanaşsaq düzgün olmayacaq. Şəxsə individualdır əslində bu sualın cavabı. Hər anaya, hər valideynə Mən biraz düşünürəm, individualdır. ana hər kəsi eyni sevməlidir axı, bütün övladlarını o baxımdan. Bəlkə də elədir. Bəlkə də analar sadəcə məsələ hardadır? Məsələ ananın sevgi anlayışının nə qədər olmasındadır. Onların bildiyi, nə qədər sevgi görüblər, nə qədər onlarda var. Çünki biz bilmədiyimiz bir duyğunu övlada verə bilmərik. Sevgi görməyən valideyn övladlarını yetər qədər sevə bilmir deyə düşünürsünüz? Bəzən olur ki, yetər qədər sevə bilmir. Bəzən isə tam, baxın, travmalarımız necə ki bizi yetişdirir. Bəli, travmalarımız necə ki bizi yetişdirir. Yəqin ki, psixoloqumuz razı olar. Elə olur ki, tam əksi olur. Valideyn bundan nəticə götürərək, ana öz anasından, valideynindən görmədiyi sevginin tam əksini övlada daha çox, amma orada da balansı qoruya bilmədiyi halda daha çox fədakarlığa, oğlan, qız və s. övladlar arasında ayrı seçkiliyə yenə də gedib çıxa bilər, apara bilər. Biz deyə bilmərik ki, bu məqamlar yoxdur və ya olmamalıdır. Ən gözəli ortanı tutmaq, balansı tuta bilməkdir. Bir də xüsusi bir məqamı toxunmaq istəyirəm ki, bugünkü koçlar və digər seanslarda ən çox görürəm ki, belə bir yanaşma mövcuddur ki, valideyni bağışlamaq. Bunun üçün bir webinarlar və s. təşkil olunur. Mən bu haqda demək istəyirəm ki, valideyni bağışlamaq deyə bir şey yoxdur. Biz övladlar üçün valideyni qəbul etmək, ananı, atanı. Amma bu əlbəttə ki, bir fərqindəlikli insan üçündür. Məsələsi, məsəl üçün deyirlər, çox uşaqlıqda şiddət göstərib, sevgiyə verməyib, qayğıdan uzaq saxlayıb. O zaman uşaq travma ilə böyüyür axı. Onda nə etsin? Bəli, baxın, iki cür insanlar var. Travmada qalan insanlar, o travmadan daha çox mənfiyə gedən insanlar və ya daha çox fərqindəlik oxuyaraq, öyrənərək, irəli gedərək özü özünə başqa vasitələr. Məsələ bizim vasitələrimizin nə qədər çoxluğu ilə, alətlərimizin nə qədər çoxluğu ilə əlaqədardır. Bunun üçün də valideyn ilk növbədə uşaqlıqdan uşağa psixoloqun varlığını göstərməlidir. Övlad böyüdükdə bir intihar və digər hallara çatanda bilməlidir ki, psixoloq deyə bir anlayış var. Koç deyə bir kömək var, dəstək var. Yəni bu variantları bilməlidir. Dərhal mənfi məqamlara üz tutmamaq üçün yenə də övladlarımıza biz valideynlər yollar cızmalıyıq, göstərməliyik.
Daha o sonra isə yolları onlara seçim özümüz ilk tanımalıyıq. növbədə bilməliyik, çıxış yollarını bilməliyik ki, bəli. övladımıza da düzgün Bəli. yol göstərə bilək. Maariflənmək yenə də kökdə o dayanır. Və burada bir məqamda qeyd eləmək istəyirəm. Bəzən insanlar komfort zonadan çıxmamaq üçün, xüsusən kimiləri isə günahkar hesab edirlər və bu onlar üçün ən asan yoldur. Yəni insanlar bunun fərqinə varmalıdır ki, əslində o komfortdan çıxmamaq üçün, özü hər hansı bir yenilik etməmək üçün aşırı valideynlərinə köklənirlər, aşırı valideynlərin etdikləri səhvlərə köklənirlər. Məsələn, bir adam gəlib hər hansı bir müəyyən bir yaşa çatıb, məsələn, ümumi bir deyək ki, 40 yaşa çatıb və hələ də valideynini nədəsə günahlandırır və bu sadəcə özünün həyatda o qeyd etdiyim kimi komfortdan çıxıb nəsə etməmək üçün seçdiyi bir asan bir yoldur. Yəni hər bir insan o bir kimisə günahlandıran zaman, hər hansı bir məqamda ilk öncə bir özünə sual verməlidir. Əslində səmimi olaraq ki, bunu niyə edirəm? Yəni o insanı günahlandırmaq mənə nə verir? Yəni bu necə mənə rahatlıq daha tapıram? Rahatlıqmı tapıram? Öz Daha asan səhvlərini yol, kimsə günahlandırmaq, üzləşmək istəmirəmmi? Yaxud da ki, öz hər hansı bir bacarıqsızlığımla üzləşmək istəmirəm deyə hər hansı insanları daim mühakimə edirəm. Yəni mütləq bunun fərqinə varmalıdırlar. Biz həmişə danışırıq, insanlar fərqinə varsın, fərqindəliyi artsın, diqqətli olsunlar, maariflənsinlər. Yalnız bunu necə etsinlər? İnsanlarda biz görürük ki, yalnız əllərində çox zaman, hər kəsə bunu şamil etmirəm, sosial şəbəkələrdədirlər. Yəni yanlış məlumatları oxuyurlar, çox bayağı məqamlarla rastlaşırlar. Ona görə bu fərqindəliyin artması düşünürəm ki, biraz uzun müddət alacaq. Çox təəssüflər olsun ki, və hələ ki övladlarını nədəsə günahlandıran, onlardan nəsə gözləyən, öz fədakarlığını hər zaman söyləyən valideynlər var cəmiyyətimizdə. Əfsuslar olsun ki, bəlkə də indi bizi izləyirlər. Bu sözlərimiz xoşlarına gəlmir, amma bu bir reallıqdır. Valideyn nə qədər özünü tanısa, dərk etsə, o zaman övlada düzgün tərbiyə verməyi də bacaracaq və həyatı da düzgün dərk edib eyni şəkildə övlada çatdıracaq. Yalnız dünyaya bir zamanlar qız övladı gətirən valideynləri, anaları çox qınayırdılar. Bilirsiniz onlar nələr çəkiblər. Yəni biz bunu bilirik əsrlər öncə, yəni qız övladları canlı şəkildə basdırılıb. Yəni bunu söyləmək belə insana necə təsir edir. İllər keçdi, elə düşünən insanlar var yenə. Oğlan övladı istəyirlər. Qız övladını ikinci dərəcəli baxırlar, düşünürlər ki, qız övladı gedir, oğlan övladı hər zaman səninlədir. Bu nə dərəcədə düzgün təxəyyüldür, düşüncədir? Ümumiyyətlə heç kəs, heç kim səninlə deyil. Deyil. Həyat bir yoldur, səndən sənə. Və o yolda müxtəlif insanlar tanıyırsan. Biri 5 il həyatında olur, biri 10 il, biri 20 il, biri 50 il, biri bir gün, biri bir həftə. Və o yolda bir şey anlayırsan ki, tək gəlmirsən, tək gedirsən. Və bu yolda öyrəndiyin tək bir şey yaxşı olmaqdır. Deyirik, düzgün tərbiyə, düzgün tərbiyə forması, düzgün yollar. Mütləq deyə bir şey yoxdur, mütləq həyat. Yer kürrəsinə bugünə qədər bu qədər yağıntı gəlir. Heç vaxt o miqdar yağıntıda dəyişmir. Amma yağıntının paylanma dərəcəsi həmişə fərqli olur. Quraqlıqlara fərqli ərazi qədər, yaşıl torpaqlara fərqli qədər. Bu o deməkdir ki, sevgi də elədir. Toplantı da elədir, sevginin paylanış qaydası da elədir. Bu yolda insan fərqinə varır ki, düzgün tərbiyə olunan ailənin övladı səhv hərəkət edə bilir və yaxud da o qayğısız, sevgisiz istəyən ailənin uşağı elə bir sevgi verir cəmiyyətdə. Hər kəs ondan nümunə götürür. Demək, hər zaman gördüyünü insan yaşatmır ətrafa. Məsələ odur ki, bu yolda necə olacağım deyə özünə məqsəd qoymaqdır. Yəni, ola bilər sizin ananız sizi sevməsin, amma siz sevginin nə qədər gözəl olduğunu bilirsiniz. Ona görə onu ən gözəl şəkildə yaşayırsınız. Ola bilər ki, siz köhnə ayaqqabı ilə məktəbə getmisiniz və dizə qədər palçıq yaşamısınız. Ən köhnə ayaqqabılarınızı geyinmisiniz. Özündən 5 ölçü üst geyimini geyinib qardaşınızın geyim paltarlarını istifadə eləmisiniz. Amma yeni dövr ana olanda anlayırsan ki, bu elə bir şey deyil. Əslində gözəldir. Çətinlikləri anlamısan. Demək, o şəraitdən çıxıb daha yaxşı yaşaya bilərsən. Düşünmək lazımdır ki, bəzən olur ki, biz onu yaşayırıq, yalnız yaşayan zaman valideyni günahlandırırıq. Halbuki elə deyil. Hissi yaşadığımıza görədir bəlkə də o. O haqda danışarıq, amma qısa fasilədən sonra.
Bizim gözəlliklərlə dolu verilişimiz davam edir və bu gün çox özəl gündür. Bizim dəyərli qonaqlarımızdan birinin ad günüdür. Fidan xanımın ad günüdür. Burada onu təbrik edirəm, canlı-canlı təbrik edirəm. Artıq Fidan xanım bizim ailə üzvümüzə çevrilib, bizim doğmamızdır və istəyirik ki, bugün hər birimiz onu ürəkdən təbrik edək. Hər zaman xoşbəxt ol Fidan xanım. Çox sağ olun. Fidan artıq bura gələ bilərsən. Biz səni təbrik eləyirik. Hər zaman üzün belə gülsün. Çox sağ olun. Hər zaman çox təşəkkür edirəm. Sevəsən, seviləsən, xoşbəxt Çox olasan. sağ olun. Yaxşı ki Canlı varsınız. bir dəfə ad günü qeyd eləyirik. Siz də mənim üçün doğmasınız, bütün kollektiv və xüsusən xanımların inkişafına yönəlmiş bir veriliş kollektivi mənim üçün çox dəyərlidir, çox əzizsiniz, çox sağ olun. Çox sağ olun. Xuraman xanım, siz də çox sağ olun, çox əziyyət çəkmisiniz. Yəni Fidan xanıma yaraşan bir tort hazırlamışsınız. Çox sağ olun. Arzu tutun o zaman. Bu il hər ildən daha fərqli bir özümə arzulayıram. Yəqin ki, ilk dəfədir canlı efirdə ad gün qeyd edirsiniz. Bəli. Buyurun, arzunuz üçün olsun. Təbriklər. Çox sağ olun, çox sağ olun. Təbrik edirəm, çox sağ olun. Arzular hər zaman həyata keçsin, diləklər yerdə yetsin, qəlblərdə sevgi olsun və sevdiklərimiz bizim yanımızda olsunlar. Ən əsası budur. Ən əsası sağlam olsunlar. Hər bir şeyi sonra əldə etmək olar. Yalnız sevdiklərimizi bizim yanımızda olan zaman qədrini bilək, onlara sevək, sevgimizi söyləyək. Bir daha təbrik edirəm Fidan xanım. Çox təşəkkür edirəm. Davam edək. Analar və qızlar. Analar qızlarını çox sevsələr də belə, yalnız istədikləri qədər bir zamanlar sevgilərini verməyiblər deyə düşünürəm. Oğullarına veriblər öz hərəkətləri ilə, öz əməlləri ilə, öz yanlışlarını gizlədərək, atana demərəm. Onların maddi vəziyyətlərini hər zaman kömək etməyə çalışıblar gizli şəkildə. Yalnız ana-qız bağı düşünürəm ki, yetəri qədər olmayıb. Bəli, mən sizinlə razıyam, amma biz bunu əlimizdə götürüb analarımıza o bayaq dediyimiz məqamdakı kimi yükləməyək Yükləmirik sizə və çox istəyirəm ki, bayaq toxunduğunuz mövzunun içində ən gözəl tərəf o idi ki, məsuliyyət. Biz məsuliyyəti öz üzərimizə götürməliyik. Bunu bildik, analar sevgi verməyib, verə bilməyib hər səbəbdən. Çünki görməyiblər. Müxtəlif görməyiblər və ya başqa səbəbdən. Verənlər sağ olsun, var olsun, verməyənlər də sağ olsun. Amma biz vəziyyəti necə dəyişə bilərik? Biz niyyənin üzərinə fokuslanıb qalsaq, heç bir zaman dəyişimi yaşaya bilməyəcəyik. Necə dəyişə bilərəm vəziyyəti? Vəziyyəti, məsuliyyəti öz üzərimə götürərək ən dolğun şəkildə, ən obyektiv baxışla, baxaraq, üstdən olaraq, bütün məqamlara toxunaraq ancaq dəyişə bilərik. Onun üçün dediyiniz ifadə nə qədər doğru da olsa, biz orada əgər dayansaq, o zaman biz heç bir halda nə şəxsi münasibətdə uğur qazana bilərik, nə də ki, övladlara onu ötürə bilərik. Keçmişdə olan problemləri söykənməyək, onları düşünməyək, keçmişi buraxaq hardasa belə deyək. Düşünməyək deməyək. Yəni fərqində olaq. Fərqində olaq və anlayaq ki, nə üçün, hansı məqamlarda valideynlər övlada necə yanaşıb. Fərqindəlik sözünü o qədər çox istifadə edirlər ki, artıq insanlar bunu... Heç fərqində deyirlər. Fərqində deyirlər. Bəli, eynən. Onun üçün fərqindəlik bir aydınlanmadır. Biz düşünəndə ki, bir valideyn, məsələn, anamızın etdiyi hərəkəti biz valideyn olandan sonra bir də baxırıq ki, fərqində deyiliksə, biz eyni xətti gedirik, təkrarlayırıq. Ya ananın iç səsi ilə danışırıq, sadəcə bunun fərqində olmaq lazımdır. Hiss eləyəndə ki, bu mən deyiləm, bu anamdır və ya ana kimi eşitdiyim, gördüyüm başqa faktorlardır ki, mən daim bunu eşitmişəm. O zaman biz stop düyməsini orada dayandırmalıyıq və fərqindəlik yeganə oddur ki, düşdüyü yeri yandırır. Və aydınlanma yaradır insanda. Aydınlanma da yarandığı an, biz həmin an özümüzdən sonraki atdığımız addımları dəyişə bilirik. Yox, əgər anlamırıqsa, daim o ssenari üzərindən həyatımızı yaşayırıq. Məhbə xanım, necə dəyişir ssenarini? Ssenarini özümüzə xas xüsusiyyətlərlə. Yəni, bizim içimizdə, daxilimizdə olan xarakteri, xüsusiyyətlər də valideyndən keçir. Bizim həyat tərzimizdə onlardan gördüyümüz həyat tərzinə bənzəyir. Onların dəstəxətliyi ilə gedirik.
Məncə 30 yaşdan sonra hər kəs anasının ortalamasıdır. Çünki 30 yaşına qədər inkar elədiyi ananın ta kəndisi olur. Mən anamın tam əksiyəm deyə düşünürəm. Bu böyük bir kütlə üçün sizin kimi istisnalar ola bilər, amma inkar elədiyimiz şəxs bir gün özümüz ona çevrilirik, bəyənmədiyimiz adama çevrilirik biz. Məsələn, niyə bunu belə eləmisən deyib illərlə mühakimə elədiyimiz şəxs həmin gün Çox olur elə məqamlar. bir gün güzgünün önündə baxırsan ki, tam onun qızıyam. Tam onun qızına uyğun hərəkət elədim. Baxırsan və özünü bir medal olsa birini də istəyirsən yapışdırasan ki, Yaxşı mənada. Yaxşı, pis, hər mənada. Siz hər kəsin bir genetikası var da. O genetikanı dövr dəyişsə, 7 nəsil fırlansa, yenə gəlib hansısa məsələlərdə onu özünü göstərir. Məncə ssenarini çox dəyişməyə ehtiyac yoxdur. Elə 80% anamız kimi olaq, 20% özümüzü dəyişdirək. Sonuçta görəcəyik ki, təcrübələr hər zaman işə yarayır. Yəni o dövrün insanların fədakarlıq xüsusiyyəti bilirsiniz nəyə görə mənim xoşuma gəlir? O dövrün dostluqlarına baxıram. O dövrün dostluqlarına nə qədər yanlış olursa olsun, onlar bağışlayıb bir yolla davam edirlər. Amma indiki dövrdə dostluqlarda da, münasibətlərdə o qədər mənəmçilik mərkəzləşib ki, Dostluq sözü o qədər adiləşib. mən düzəm, mən idealam deyib hər şeyi ilk fürsətdə kəsib atırıq. Kəsib attığımız üçün ortada tək yalnız egoist, narsistləşirik. Mən ona görə fikirləşirəm ki, xanım sevmir o sözü. mən ona görə düşünürəm ki, Özünüzə. düşünürəm ki, gərək ki elə bəzi indi baxıram ki, elə analarımız düz deyib. Çox səhvə göz yumun, irəli gedin və sevginizi mütləq göstərin. Sevgi axır əvvəl özünü çox məsələdə həll edəcək. Ssenarini çox dəyişməyə ehtiyac yoxdur. Dəyişən bir şey olmalıdır. Nə? Etdiyin səhvin fərqindəliyi falan o gözəl qaydasındadır. Sadəcə etdiyin səhvin digərlərinə təkrarlanmasın deyə onun qulağına tez-tez demək yox. Onun nəticəsini göstərmək lazımdır ki, mən bunu etdim, bu qədər zərərlərə uğradım. İstəyirsən sən elə təkrarla, anla. İstəmirsənsə eləmə, indidən fərqinə var. Amma bir şey var ki, insan eləyir, nəticə çıxarır, ondan sonra dərs alır. Belə teoriyalar gərəkli olmur da. Dərsini yetəri qədər almasan, yenə də sən təkrarlayacaqsın. Bəzən olur ki, eyni ssenari üzərində insanın həyatı qurulur, davam edir. O bağı qırmaq lazımdır. Burada mən hardasa sizinlə razı olmaya bilərəm. Çünki bəzən heç də xoşa gəlməz olmayan ssenari yaşanır. O ssenarini sən qırıb yeni filmə başlamalısan. Amma sonda nəticə eyni olur. Xeyir şərə qalib gəlir. Mən düşünürəm yeganə xanım mənimlə razıdır. Mən düşünürəm ki, biz baxmalıyıq. Əgər sizin dediyiniz hallar daha çoxdur cəmiyyətdə, ona görə ki, hər valideyn nə qədər uğurludur, hər valideyn öz gəldiyi ssenarisi ilə nə qədər uğurlu addımlar atıb, bu təkcə maddi deyil, həm də mənəvi təkamüldən söhbət gedir. Biz fərqindəlikli və məsuliyyəti öz boynumuza aldığımız halda ancaq onu görə bilir, ssenarini o zaman dəyişə bilirik. Ssenarini dəyişmək labüddür. Amma baxırıq, biz nəyi dəyişmək istəyirik, niyə dəyişmək istəyirik? Hər məqama bunu aid etmək əlbəttə ki, olmaz. Olmaz, hər şeyə bunu aid etmək olmaz. Xuraman xanım hazırdır deyəsən. Çox sağ olun. Bunun tərkib hissələrini bir daha deyin və sosial şəbəkədə olan səhifəmizi də qeyd edərsiniz. Bugün sizin üçün kokoslu kurabiyələr, peçenyelər hazırladıq. Tərkibində dedim 125 qram kərə yağı, başqa yağ da istifadə edə bilərsiniz. Bir yumurtanın sarısı, 4 xörək qaşığı şəkər pudrası olsa daha yaxşı olar. 2 xörək qaşığı kokos, 1,5 stəkan, 1,5 stəkan un əlavə edirik. Bir dənə də kabartma tozu. Çox asan şəkildə. Çox asan, tez. Siz yavaş-yavaş etdiniz verilişə uyğun olaraq yəqin 15 dəqiqə bunu hazırlamaq. 15 dəqiqədə Hadi indi xanımlarımızın çünki o vaxt məhdudiyyəti var. Təməl edirsiniz. Hamı işləyir, yox. Yəni kənardan almaqdansa evdə məsləhət ki, uşaqlarınız sağlıqlı qidalansın. Bəs tortun tərkib hissələri istəsək? Tortumuz şokoladlı tort. Siz elə istəmişdiniz. Şokolad, qaymaq. Heç Fidan xanımdan soruşmamışdım. Şokoladlı sevirmi? Şokoladlı siz. Dekorları da vaflidir, gülləri də özüm hazırlamışam. Çox qəşəngdir. O qədər incədir ki, bu Vaflidir, yeyiləsi şeylərdir. verilişdən sonra. Əlləriniz dərd görmür. Sağ olun, təbrik edirəm. Çox sağ olun. Səhifəmdə Alimidi Sweets, Instagram səhifəm var.
Kim şad günlərində, gözəl günlərində Mütləq Rəhman xanıma müraciət bilər. edin. Bizim verilişimizdə olub, dadmışıq, çox ləzzətlidir tiramisu. Hələ ki yadımızdan çıxmayıb, çünki ondan sonra daha ləzzətlisini dadmamışam. Çox sağ olun. Minnətdaram dəvət elədiyiniz Çox üçün. sağ olun. Siz də var olun hər zaman. İşlərinizdə də uğurlar arzu edirik. Qızlar və analar, qopmayan bir bağ və övladlarımıza aşıladığımız lazımsız məsuliyyət. Hansı məsuliyyət? Məsuliyyətli olmaq çox gözəl bir şeydir. Hər kəs istəyir ki, övladı məsuliyyətli olsun, uğurlar qazansın, yaxşı təhsil alsın, qarşısına gözəl insanlar çıxsın. Yalnız sən mənə baxmalısan. Sən mən yaşlı olanda maddi durumla, maddi vəziyyətimi hər zaman tənzimləməlisən, təmin etməlisən və ailə həyatı qurduqdan sonra mən səninlə yaşamalıyam. Burada biraz təzad yaranır. Valideyn yaşlıdır, nə etsin, hara getsin, onu da anlayırıq. Heç kəs istəməz ki, onun valideyni tək yaşasın, problemlərin içində olsun, kiməsə möhtac olsun. Yalnız insan müəyyən yaşa çatandan sonra xarakterləri müxtəlif olmağa başlayır, uyğunsuzluqlar yaranır. O zaman valideynlə yanaşma tərzi necə olmalıdır? Necə yanaşaq? Bəlkə psixoloqa müraciət eləyək ki, bəzən istəmədən acı söz deyilir, bəzən acı söz eşidirik, acı sözü qəbul edirik. Ancaq acı söz deyəndə özümüzü bağışlaya bilmirik. Bu məqamlar da var. Həyatın reallıqlarından biridir. Əslində fikirləşirəm ki, bu tərəfə psixoloqumuz cavab versə daha məqsədə uyğun olar. Buyurun. Ümumilikdə tam olaraq sualı anlamadım. Tam olaraq sualı mən də belə tərəddüdlə verdim. Bilmədim necə sualı verim ki, düzgün səslənsin. Çünki biz valideynlərimizi çox sevirik. Bizim cəmiyyətdə xüsusilə valideynləri hər kəs düşkündür, bağlıdır. Valideynlər xəstələndikdə ilk növbədə qız övladları onun yardımına gedir. Xəstəxanaya aparır, müalicəsi ilə məşğul olur. Amma valideynlər oğullarını sevsə belə analar, yenə də qızlar hər zaman analarının yanında olur. Yalnız bəzi məqamlar olur ki, bir yerdə yaşadıqda müəyyən yaşdan sonra problemlər yaşanır. Çünki ailəyə yad bir insan gəlir. Biz kürəkən deyirik, gəlir və yaxud da gəlin gəlir. Onlar bir evdə yaşadıqda o yaranan konflikt, o problemlər, onları psixoloqa müraciət etmədən necə tənzimləmək olar? Təbii ki, hər bir insan və ailələr fərqlidir. Bəzi ailələr var ki, onlara yeni gələn insanları adətən qəbul etməkdə çətinlik çəkirlər. Bu, desək kürəkən, desək gəlin və öz qaydalarını aşırı qarşı tərəfə təlqin etmək istəyirlər. Təbii ki, bu ailəyə yeni gələn üzv də hər bir insan digər insanın ailəsindəki qaydalarla müəyyən qədər tanış olmalıdır. Məsələn, elə ailələr var ki, orada belə deyim, hər hansı bir yemək süfrəsində mütləq başda hər hansı bir ailə üzvü oturur. Böyüklər oturur və yaxud da ki, o ailənin seçdiyi bir insan otura bilər. Və biz o yeni bir ailəyə qədəm qoyanda bunları bilmiriksə, məsələn, gedib biz orada əyləşəcəksə, müəyyən qədər o ailənin bizə qarşı bir aqressiyası yaranacaq və istənilən bir şey də belədir. Yəni, qaynana da gələn gəlinin digər fərqli bir ailədən gəldiyini, müəyyən fərqli mühitdə böyüdüyünü, qaydalarının illərlə fərqli davam etdiyini və birdən-birə dəyişə bilməyəcəyini qəbul etməlidir. Eynən hər bir tərəf və bunun fərqində olarlarsa, qeyd etdik, məsələn, az öncə xanım çox yaxşı qeyd etdi ki, insanlar bəzən o idarə etməni hər zaman əldə saxlamaq istəyir və bu idarə etmə sadəcə o ailəyə ziyan verməyəcək dərəcədə olmalıdır və hər bir şeyin sonunda olduğu kimi anlayış olmalıdır və insanlar bir-birlərini daha yaxşı anlamalıdırlar ki, konfliktlər yaranmasın və valideynlər çox vaxtı övladlarını hansı tərzdə böyüdürlərsə, övladları da gedib onlara oxşayan insanlar seçirlər adətən. Çünki insan hansı mühitə öyrəşirsə, bu mühit konfliktli mühitdə ola bilər, davadalaşlı ailə ola bilər
yaxud da ki, bütün günü deyinən ana obrazı da ola bilər. Adətən insan hansı mühitdə böyüyübsə, o mühit onun üçün Yəni həyat doğma olur. yoldaşı olaraq elə insan seçir. Mən Onun üçün doğma olur. bəyləri bilirdim, analarına bənzəyən insanla ailə həyatı qururlar. Yalnız qızlar da deyəsən atalarına. Qızlar da məsələn bir atalarına bənzəyən. hər hansı bir müşahidələr aparsaq, bir qız təkidlə atasında bəyənmədiyi hansı xüsusiyyəti gələcək yoldaşında görmək istəmirsə, adətən gedib elə bir insan seçirlər. Bu hər vaxt belə deyil. Təbii ki, istisnalar da hər zaman Tam əksini də mövcuddur. seçə bilərlər. Təbii ki, tam əksini də seçə bilərlər və qeyd etdiyim kimi insan hansı abu-havaya öyrəşibsə, o abu-hava onun üçün doğmadır. Normaldır. Məsələn, deyək ki, bir çox kiçik bir evdə yaşadığımız zaman bizi çox böyük bir evə aparsalar, biz ilkin olaraq ona öyrəşə bilməyəcəyik. Çünki hər hansı bir daha kiçik bir yerdə yaşamağa vərdiş etmişik. Eynən də insanlar hansı duyğularla yaşayırlarsa, adətən elə insanlar seçirlər. Təsəvvür edin ki, bir oğul eynən iki xarakterli olan bir qadının arasında qalır adətən. İkisi də bir-birinə mübarizə aparmağa başlayırlar və sizə çox əminliklə deyə bilərəm ki, o insanlar, yəni bəzən həyat yoldaşı düşünür ki, burada mən qalib olmalıyam ananla olan münasibətin fonunda. Ana fikirləşir ki, mən gəlinlə olan münasibətin fonunda qalib olmalıyam. Və sizə əminliklə deyə bilərəm ki, hər zaman ortada qalan insan üçüncü bir şəxsi seçir. Yəni, üçüncü bir yerdə xoşbəxt olacaq bir yeri seçə bilir. Ona görə hər iki tərəf ailənin rifahı üçün bir-biri ilə yola getməyi belə loru dildə desək seçməlidir. Yəni, həmin şəxs elə bir ki, o ailədən tərk olunur. Nə anası ilə münasibəti normal olur, nə həyat yoldaşı ilə və bəzən, məsələn, bəylər bunu... Bəylərdən asılıdır, bəylər saxlamalıdır bəzən burada hər hansı bir zərərli vərdişlərə meyl edirlər və yaxud da ki, tamamilə ailədən qopurlar. Bunlar eyni evdə yaşadıqda olur, yoxsa yaşamasalar da? Yəni, son dövrlərdə görürük ki, yaşamasalar da bunu müdaxilə edən tərəflər mütləq olur. Amma burada hər iki tərəf düşünməlidir ki, ailənin rifahı və daha yaxşı olmaq üçün bir ortaq nöqtə, bir ortaq yol tapmalıdırlar. Ortaq yol o zaman tapaq hər bir şeydə, bütün münasibətlərdə qızıl ortanı tapmaq da çox mütləqdir, vacib amillərdən biridir. Biz burada qaynana gəlin münasibətlərindən danışmırıq bugünlük, amma gələn verilişlərimizdə. Valideynlər övladlarını sevirlər və təmənnasız sevgi verir çox zaman valideyn övladına və təmənnasız sevgi də görür. Bu yaxınlarda mən bir yerdə oxudum, bilmirəm, razı deyiləm bu fikirlə, siz düzgünü deyərsiniz mənə. Deyirlər ki, biz nə qədər desək ki, biz övladımızı o bizi istəyəndən daha çox istəyirik. Bu elə deyil. Övlad valideyni daha çox istəyir. Nə dərəcədə doğru fikirdir bu? Təbii ki, bu nisbi anlayışdır və... Çünki bu nə mənada? Çünki o məqalənin mən sonra necə yazıldığını da qeyd edim. Çünki valideyn əgər övlada şiddət göstərirsə, pis davranırsa, hər hansı bir problemlərinə yardım etmirsə, yenə də övlad valideyni istəyir, onun yanında olmaq istəyir. Yalnız bəzən olur ki, onun eynisini övlad tərəfindən zaman keçəndən sonra valideyn görsə, övladdan uzaqlaşa bilir. Qəlbən sevsə də bəlkə də. Ona görə deyirlər, övladın sevgisi daha dərindir. Düşünürəm ki, bu o qədər də real deyil. Real fikir deyil. Bəlkə uşaq yaşlarında. Bərabərində olan bir prosesdir. Düşünürəm ki, valideynlər daha çox bağışlamağa meyillidirlər və bunu daha yaxşı bacarırlar, nəinki övladlar. Yəni, övladlar, məsələn, son dövrlərdə biraz belə deyim, paradoksal da olsa, mütəxəssislərin aşıladığı bir şeylə valideynlərinə daha çox konflikt yaşamağa meyilli olurlar və onları daha çox günahlandırırlar. Düşünmürəm ki, bu fikir əsaslıdır. Çünki düşünürəm ki, ya bərabərdir və yaxud da ki, valideynlər daha çox bağışlamağa meyillidir. Məhbə xanımın deyəsən başqa fikirləri var. Buyurun. Valideynlərin sevgisi mütləqdir, realdır, dəqiqdir, təmənnasız. Bu mübahisəli məsələdir, çünki illərlə formalaşan düşüncələr vardı, amma valideyn sevgisi həqiqətən çox realdır, çox dəqiqdir. O qədər təmizdir ki, yəni valideyn övlada baxarkən o baxış var da, onu kənardan baxırsan. Elə bir ki, məsələn, bir valideynlə söhbət edirsən, mən baxıram ki, övladı kənardan nəsə bir təhlükəyə əlini uzadanda, daşa, dəmirə,
bizim söhbətimiz nə qədər maraqlı olsa da, ana düşüncəsi, fikri övladındadır. O an qışqır ki, dəymə, toxunma. Bunun qədər mütləq və real duyğu yoxdur da düşünürəm. Qoruma, Yəni, instinkt. Allahdan arzum odur ki, hər kəsin ana olsun, övladı olsun. Amma valideyn sevgisi var insanda. Yəni, qapıdan çıxarkən ananın, atanın onu yola salmağı, evə gələrkən hətta pis nəticə göstərəndə belə canın sağ olsun. Biz səninləyəm düşüncəsi. Nə qədər valideyn deyir, biz səninləyik. Nə qədər deməyindən asılı olmayaraq, o ki, valideyn acılayanda da insan mübahisə eləyir valideynindən. Yəni, heç kəs deməsin ki, mən eləmirəm. Ən gözəl, ən duyğulu bir şeydir. Yəni, mübahisə edirsən, sakitləşirsən. Hətta belə bir məqamlar olur. Deyirsən, o deyirsən, deyirsən. Bu çox realdır. Bilirsiniz necə? Biz danışarkən problemlərdən, təbii məsələlərdən danışmalıyıq. Əgər hər kəs idealsa, niyə bu qədər problem var? Bəs biz niyə müzakirə edirik? Biz niyə müzakirə edirik? Yəni, ona görə real yanaşmalıyıq. Mənə görə valideyn sevgisi ən real, ən təmiz, ən təmənnasız və bəşərdə, yer üzündə bərabərə olmayan duyğudur. Xüsusən ana sevgisi deyərdim. Bilirsiniz necədir? Ana-ata sevgisini müqayisə eləmək biraz fərqli olar. Düzgün olmaz. Bəlkə atalar sevgilərini yetəri qədər göstərə bilmirlər. Atanın sevgisi başqa şəkildə izhar olunur enerjindən. Ananın sevgisi qayğı ilə qucaqlamaq, öpmək, sığalamaq. Yəni, bir təbiət düşünək də, ana təbiət. Nə qədər bahar fəsli olsa da qış gəlməlidir, payız olmalıdır ki, 4 fəsil tamamlansın. Bəs nəyə görə bəzən olur ki, əgər sevgi eyni paylaşılıbsa, natamam ailələrdə atalar evdən getdikdən sonra övladlarından üz çevirirlər. Sanki həyat yoldaşından yox, övladından ayrılmış kimi yaşayırlar həyatlarını. Hər bir sahədə olduğu kimi bu sahədə də istisnalar var. İstisnalar çoxdur. Və o atalarla söhbət edərkən bəzən o yaşlılar evində söhbətlər olur da. Yəni deyir, mən əvvəllər onu tərk eləmişdim, sonra tanış olduq, bir müddət barışdıq, ondan sonra o məni gətirdi, bu evə yerləşdirdi. Yəni həyat yoldaşı? Yox, övlad. Hansı ki, əvvəlcədən onu tərk eləyib, sonra illər keçib barışıblar. Belə bir təcrübə var. Təcrübəsini bölüşmüşdü, demişdim nə üçün basız. Dedim ki, bəs burada nöqsanı nədə görürsünüz? Dedim, nöqsanı özümdə. Nöqsanı özümdə görürüm ki, mən şəxsi münasibətlərimi öz övladıma qurban verdim. Yəni, siz dediyiniz kimi, həyat yoldaşından olan mübahisədə övlad təqsirsiz, günahsızdır. Tərk etdim. Yalnız valideyn, təbii ki, istisna hallar olur. Analar övladlarını tərk edə bilmirlər. Gəlin, Məhbub xanım, danışaq sizinlə. Daha doğrusu, Yeganə xanım, üzrlüsən. Siz nə düşünürsünüz bu haqda? Analar övladlarını tərk edə bilmirlər. Bilmirlər. Əksər hallarda natamam ailələrdə atalar getdi və övladlarının haqqında ümumiyyətlə düşünməyən, hansı durumda olduqlarını bilməyən, maddi problemləri ilə maraqlanmayan atalar çoxdur. Yalnız anaların çox elə deyil. Belə analar da var. O bayaq dediyimiz istisnalar, qaydaları pozmur heç bir şəkildə. Bu var. Reallığımızdır. Amma biz məsələyə yenə də ancaq analitik və məntiqi tərəfdən baxsaq, biz duyğuları yenə arxa plana atırıq. Mən koç olduğum üçün heç bir məsləhətə keçmədən, yönləndirmə etmədən bunu vurğulamalıyam ki, bizim hər bir halda biz emosional tərəfimizi, emosional zəkamızı olan boşluqları dolduran zaman niyə də valideyn, niyə də ana övladı atmalıdır? Ata da atmamalıdır. Amma atdığı məqam olarsa, burada da yenə problemin kökü hara dayanır? Niyə atır? Nə baş verib atır? Bu doğru deyil. Amma doğru deyə bir şey varmı? Bəs onun üçün varmı? Onun yaşadıqlarından doğan əlbəttə ki, ona heç bir... Hər kəsin öz doğrusu var deyə düşünürsünüz. Biraz belə də yanaşa bilərik və digər tərəfdən insanları günahlandırmaq çox asandır. Amma günahlandırmaqla biz insanları sağlam cəmiyyət yetişdirər, formalaşdıra bilərik mi? Düşünürəm ki, sevən insan heç zaman atmaz, heç zaman tərk etməz, elə deyil. Bəzən hadisələr elə gətirir ki, insan tərk də eləyir, gedir də. O demək deyil, o sevmir. O demək deyil, tərk edən adam sevməyən adam deyil. Bəzən qalan hətta sevməyəndir. Sizə iddia edirəm ki, yanımızda olan bəzən adamlar var, gedən adamdan daha ikiyüzlüdür, riyakardır. Bəlkə də gedən ən çox sevəndir. Amma həyatda qınamamaq deyilən bir şey var. Heç vaxt siz birinin təqsirini bu gecə bilərsiniz, amma səhərə yaxın onun peşmanlığını heç vaxt bilə bilmərsiniz. Deyir, birinin günahını bilərsən, amma tövbəsini yox. Ona görə qınamadan ya kömək elə, ya dinlə, ya da sus. İllərlə aşılanan bəzi
yanlışlar olub. Siz indi danışdıqca mən özüm də düşünürəm. Məndə siz dediyiniz fərqindəlik məsələsi məndə də son zamanlar artıb və insanlara qarşı aşırı dərəcədə empatiya duymağa başlamışam. Və bəzən bu mənə mane olmağa başlayıb öz həyatımda. Mütləq qədərində. Necə? Aşırı da olmaz. Bəli, Qədərində. məndə ümumiyyətlə heç qızıl orta yoxdur. Xarakter Ümumiyyətlə baxımından. bizim hər hansı Ona bir görə onun üzərində də gərək işləyim. empatiya da ora qədər olmalıdır ki, bizim sərhədimizi zərər keçməsin, verməsin. bizi hər hansı bir zərər verməsin. Yəni orada biz artıq o empatik duyğularımızı dayandırmalıyıq. Çünki bu özümüzə olan bir haqsızlıq olar. Bu özümüzə olan bir dəyərsizlik olar. Yəni hər hansı bir insan bizi təhqir edirsə, empatik davranaq ki, o aqressivdir. Bəli, Bəzən bəli, belə pasientlərlə də rastlaşırıq ki, qarşı tərəf onu hər hansı bir şiddət göstərir və bu bir dəfə yox, dəfələrlə və davamlı olur. Məsələn, deyir ki, onda filan problem var, o əsəbidir ona görə. Yəni empatiya da ora kimi olmalıdır, fədakarlıq ora kimi olmalıdır ki, bizə orada zərər verməsin, bizim dəyərlərimizə zərər verməsin, bizim şəxsiyyətimizə hörmətsizlik olmasın. Yəni orada artıq biz o empatik deyil, o əslində empatiya duyğusu deyil. Aşırı olan, artıq orada aşırı fədakarlıqdır, orada başqa duyğular var və dediyim kimi hər birini qızıl ortada Ən çox da saxlamalıyıq. yazığı gəlmək duyğusu olur qarşı Acımaq tərəfə, hissi. acımaq hissi olur ki, və onun da kökünə baxanda yenə də biz özümüzdə yaşadığımız hansısa Özümüzü qoyuruq onun məqamlarda özümüzə acımışıq əslində. Özümüzə. Bəli, onun da sadəcə bu hər kəsdə eyni olmur, fərqli olur, müxtəlif olur ki, bunu düşünərək hadisələri bir dedektiv metodu ilə gedərək nə hardan yaranıb. Bir də məsələn empatiya dedik. Məsələn Bəlkə səhərimizi empatiyadan üzr istəyirəm, fasilədən sonra danışaq. Danışaq. Beləliklə qısa fasiləmiz bitdi. Biz yenə də efirdəyik. Kurabiyələrimizlə bərabər sizə təqdim etmək istəyirəm. Beləliklə bunu reklamdan öncə hazırlayıb sizi sobaya qoyduqlarınızda ikinci yəni hissədə hazırlayırsınız. İndi hal-hazırda sizə təqdim edirəm bizim kurabiyələrimizi. Çox ləzzətlidir. Bir sir deyim, mən bunu dadmışam, çox ləzzətlidir. Çox sağ olun. Sir deyildi əslində, biraz şişirdilmiş formada təqdim etdim. Çox sağ olun, çox ləzzətlidir. Minnətdaram sizə və indi bizi izləyən analar varsa, əminəm ki var, onlar da evdə hazırlayırlar bunu. Çünki düşünürəm ki, övladlarınız da çox sevəcək. Kakao da yəqin əlavə etmək olar. Yox, kakosla kakao bir-birinə o qədər Bəs tamamlanır. kakao olsa kakosu çıxarda bilərik, Hə, əlavə eləyə bilərsiniz. əlavə edə bilərik. Ancaq onu artırmalısınız. Hər şeydə istəyirəm kakao, şokolad olsun. Burada da istədim müdaxilə edim. Çox sağ kakos olun. əvəzi kakao əlavə eləyəcəksinizsə onda ya onu çoxaltmalısınız. Onu niyə çoxaltmaq? Bəs kakao əlavə olunanda Kakosun özü quruluq verir ona. quruluq verir. Quruluq Bəlkə verir. yağ artıraq? Sadə yox, kakos Mən ya burada da şirniyyatçı kimi danışdım deyəsən. nişasta əlavə eləsəz kövrəkliyi olar. Yəni bu eyni testanı, Eyni xəmiri bəli. eyni xəmiri başqa kakao əlavə eləyib üstünə də kakao da səpə bilərsiniz. Ya şəkər pudrası da səpə bilərsiniz. Çox sağ olun. Yəni asan tez bazar. Çox tez hazırlanır. Çox tez Çox sağ olun. hazırlanan, Minnətdarım. pratik. Analar və qızlardan danışdıq, başladıq. Yalnız bütün mövzulara biz şaxələndik. Ailə münasibətlərinə kimi getdik, çıxdıq. Analar övladlarını sevir. Yəni siz dediniz ki, təmənnası olur sevgiyə. Əlbəttə ki, hər şeyi biz qarşılıq gözləyirik. Təmənnasız sevgini bəzən qəbul edə bilmirik. Bəzən övladlarımıza şiddət göstərib sonra məyus oluruq. Düzdür, hər kəsə bu aid deyil. Mən çünki övladlarıma şiddət göstərmirəm. Yalnız olur bəzi məqamlar. Səs tonumuzu qaldırırıq, bəzən yüksək tonda fikirlərimizi bildiririk, bəzən manipulyasiya edirik, bəzən nədənsə qorxuzuruq. Yalnız zaman keçəcək, həmin o indi məşhur olan travma sözünü deyim, övladlar o travma ilə böyüyəcəklər. Yəni travması olmayan kimsə var bu cəmiyyətdə? Bu cəmiyyətdə ümumiyyətlə şişirdilmiş travma var deyərdim. Yəni kimə yaxınlaşırsan deyir mənim travmam var. Halbuki hər kəsin bir həyat tərzi olmalıdır. Bu uşaq bir şəkildə böyüməlidir bu ailədə. Ən idealına baxırsan, hansı ki biz ideal düşünmüşük ailədə, deyir mən
falan travmam vardı. Deyirəm, məsələn, bu travma nədən ibarət? Çox hədiyyələr gəldi, amma mənim istədiyim alınmırdı. Digər Nə ailənin gözəl travması var idi o insanın. Digər ailənin travmasına baxıram, deyirəm, mənim heç oyuncağım yox idi, köhnə oyuncaqlar gəlirdi. Yəni, bu nisbi anlayışdır. Nəyi çox qabardırsansa, o sənin gəlib problem olur. Hər kəs bir həyat tərzini yaşayır. O dövr valideynlər çalışıb ki, bizi bir şəkildə qarnımızı doyuzdurub yaşamamızı təmin 90-cı illərdə eləsinlər. yaşanan Çətin bir problemlər. dönəm yaşamışıq. Yəni valideyn heç düşünməyib saçı ağarıb gedim salona gözəlləşim. Valideyn düşünməyib özüm geyinib, yeməyib, içməyib bizi böyüdüb. Yəni bitirin bu travmaları, yersiz travmaları. Anlayıram, yerli travmalar var. Onlar inanın ki, mənə yerli travmalı insanlar heç bu qədər danışmır. Süni şəkildə böyüdülmüş travmalardan Siz görmüsünüz sosial danışır. şəbəkələrdə göstərirlər ki, 20 ildən sonra bir övladdır, oturub psixoloqun qarşısında. Fidan xanım, siz qulaq asmayın. Mən də görmüşəm. Öz pulundan Məni mənə mühakimə qarşı. eləmək üçün. Deyir ki, mən travmam var, çox ağırdır. Türkiyəyə getmək istəmirdim, Amerikaya istəyirdim. Məsəl üçün, valideynlər məni Türkiyəyə apardı və ağlayır. Yəni, kiçik bir şeyi böyüdən məqamlar da olur, böyütdüyümüz məqamlar da olur həyatda. Ona görə indi düşünürəm ki, indiki övladlar bizim qədər travmalı olmayacaqlar. Nə qədər desək də biz bunu yaşamışıq. Biz travmalı biz deyilik. bunu hiss etmişik. Bilirsiniz necədir? Məndə Elə var deyil. travmalar. Siz ola bilər, indi bilmirəm hansı əsasla söykənir. Mən hətta deyərdim ki, yaxşı ki, o dövrün çətinliklərinə rağmen biz ayaqdayıq, qalxmışıq, yaşayırıq. Bu qədər mehribanlıq cəmiyyətdə, yəni insanlara gülümsəyə bilirik. Bilirsiniz necədir? Minimal yaşayıb, minimal Zamanla nəyisə, olur o. Yəni, nəyisə travmalı minimalını insanlar axı bir mənalı şəkildə bu problemin içindən cəmiyyətə çıxdıqdan sonra hər kəsin üzünə gülə bilmirdi. Hər kəsdən ünsiyyət qura bilmirdi. Problemlərin içində idi, içinə qapalı idi. Bu zamanla oldu. Yəni dediyiniz fərqindəlik artdıqca oldu. Yəni var travmalar deyə düşünürəm. Travmalar var, çox mən inkar eləmirəm, amma süni travmalar daha çoxdur. Bu qədər süni travmalar ola bilməz. Yəni düşünək ki, bu qınadığımız ana-ata bir şəkildə bir çörəyi güclə alıb gətirib bizim qarnımızı doyuzdurub da. Yəni çönüb ona çevrilib sən məni qucaqlamamısan, öpməmisən, sarılmamısan kimi insanları necə mühakimə edir? Adamın tək problemi sənin bu gecə acı yatmamağı təmin etmək. Sizdə də aşırı dərəcədə empatiya hissi var bu arada. Bu adamın çox bilirsiniz necə, yəni bir valideyn nə düşünür? Bu gecə mənim övladım ac yatmasın. Bunu düşünən ana düşünürmü mən qızımı öpüm, sığallayım? Ata düşünüm. Bilirsiniz necə? Həmişə insanın bir məqsədi olur. Ana məqsəd və ondan törəmələr. O gün o valideynin düşündüyü tək bir şey övladının acı yatmamağıdır. Yerdə qalan digər məsələləri süni şəkildə böyütməyək, bir-birimizə də dəstək verib, düzdür, sənin travman məndən böyükdür, kiçikdir, müqayisə eləyəsi məsələlərə getməyək. Bu haqda? Mən düşünürəm ki, heç bu məsələlərə kəskin yanaşmaq olmaz. Bu yoxdur deyə, bu ola bilməz, bu belə olmalıdır, məsələsi yoxdur. Nədən biz var olanı inkar eləyək ki? Ümumiyyətlə, inkar eləyə bilirik var olanı. Bizim işimiz cəmiyyətdə olan o problemləri düzəltməkdir. Əgər bu qədər travma yoxdursa, niyə bu qədər psixoloqa ehtiyac var? Demək var. Süni travma hər tərəfdən var. Cəmiyyətin hər tərəfindən süni travmalar ola bilər. Demək, nə yaranır? Hər kəs sizin kimi empatiya dərəcəsi yüksək olmaya bilər. Və empat olmaq üçün də insanın özünü dərk prosesi gözəl gedə bilməlidir. Onun üçün də özünü analiz və müşahidə getməlidir. Əgər bir insan özünü müşahidə edə bilmirsə, özünü tanımır, dərk etmir, nə istədiyini bilmir, emosional zəka sıfır, necə o insan travmasız deyə bilərik biz onu? Fidan xanım, travmaların çoxluğundan siz də şikayət edirsiniz ki, bu qədər abartılı şəkildə cəmiyyətə biz bunu təqdim edirik, travmaları. Yalnız sizin də yanınıza gələnlər, pasientlərinizin müəyyən travmaları var. Təbii ki, insanların yaşadığı həyatı əhəmiyyətli travmatik hadisələr, həyatlarında olan situasiyalar var və bu qaçınılmazdır. Sadəcə və heç bir travma bizdən, beynimizdən silinmir. Məsələn, bunu iddia edən insanlar var ki, gəlin bir seansa sizin hər hansı bir travmalarınızı siləcəyik beyninizdən və yaxud da ki, bir ağlamaqla hər şey sizi tərk edəcək və s. kimi üsullar var. Çox təəssüf ki, biz travmalar sadəcə biz onlarla üzləşəriksə, onlara fərqli baxmağı bacararıqsa və yaxud da ki, müəyyən qədər onlar psixoterapiya
vasitəsilə həll olmağa yönəlik bir istiqamət seçərsə, onun sadəcə bizdə həyatımızda verdiyi acı azalıb minimuma düşə bilər. Biz o hadisəni yenə xatırlayacağıq. Amma həmişəki kimi verdiyi bizə acı, stres və qayğı, kədər eyni olmayacaq və mən hər zaman qeyd edirəm ki, bəzi o travma adlandırdığımız hər hansı bir nələrsə bizim həyatda daha çox uğur qazanmağımıza, həyatda özümüzü təsdiq etməyimizə gətirib çıxarda bilər. Yəni düşünürəm ki, insan özünü nə qədər dərk edəcəksə, öz travmaları ilə də bir o qədər barışıq olacaq, öz həyatı ilə də barışıq olacaq, ətrafındakı insanlarla da bir o qədər barışıq olacaq. Əgər bir insan kəskin sürətdə bundan qaçmağı seçirsə və hər şeyi həyatında bir məqama yükləyirsə, bu sadəcə onun qaçışıdır. Bu özü də bir narahatçılıqdır. Əslində, burada işlənməli olan məqam onun humoristik də olsa qeyd etdiyimiz kimi Amerikaya yox, Türkiyəyə getməyi deyil, ona yüklədiyi mənadır və həyatın hər hansı bir istiqamətindən qaçmaqdır. Əslində, işləməli olan və həll etməli olduğu məqam ondan ibarətdir. Biz bayaq qeyd etdik, valideynlər övladlar arasında hətta cinsiyyət ayrı seçkiliyə salırlar. Bəzən olur ki, ailədə 3 qız övladı dünyaya gəlir. 3 qız övladından sonra çoxdan gözlənilən oğul gəlir dünyaya. Və bu zaman 3 qız necə travma yaşamasın? Çünki oğula o qədər diqqət, o qədər qayğı göstərilir ki, o qızlar dünyaya gəlməsinə belə peşman olduqları məqamlar olur. Və zaman keçəndən sonra həmin qızlar, bacılar hər baxımdan qardaşın yanında olduğu anlar da olur. Maddi, mənəvi vəziyyətlərində hər zaman yardım etmək istəyən yenə də bacılar olur. Gəlin həmin o 3 qız övladının yaşadığı travmadan danışaq. Əslində, məncə bu travma deyil. Sadəcə valideyn burada sevgi balansını qorumalıdır və buna diqqət etməlidir. Kobud şəkildə bunu göstərməməlidir. Və valideyn bəzən, məsələn, siz hər hansı bir yeməyi yeməyin, qardaşınız yesin və s. kimi bu, o qardaş olmasa, digər bir övlad da olsaydı yanlış bir tərzdir və valideynin əslində özündə doğru qəbul etdiyi bir vasitədir və çox zaman sonuncu övladlar cinsiyyət fərqi yoxdur, qız və yaxud da ki, oğlan olmasından asılı olmayaraq, valideynlər sadəcə vaxt keçdikcə digər övladlarında daha yaxşı valideyn olmağı sanki öyrənə bilirlər. Daha sonra dünyaya gələn uşaqda görürlər. İlk övladda valideynlər daha çox təcrübəsiz ola bilirlər. Məsələn, uşağın qulaq ağrısı ilə diş ağrısını məsələn ayıra bilmirlər və onun acısını gec dindirdiyi üçün bir uşaqda bir bağlanma narahatçılığı falan yarana bilir. Amma digər övladlarda valideyn artıq təcrübəli olur və ilk övladda hələ məsələn daha belə deyim bir üst yaş qrupu olan insanlarda bu var idi. Onlara bu aşılanmışdı. Böyüklərin yanında övladı qucağa götürmək olmaz. Atanın, ananın yanında övlada hər hansı bir xoş söz demək olmaz və bunu övlad eləyirdisə də çox belə yəni bu bir mənalı qarşılanmırdı və həmin o belə deyim, duyğularla, stereotiplərlə böyüyən nəsil öz övladına sevgi göstərməkdə sanki utanırdı, sanki çəkinirdi və ana ilə övlad bağlılığı ilk yəni doğulduğu gündən yaranır. Valideyn, yəni ana xüsusən övladına nə qədər güvəndə hiss etdirəcəksə, burada həm fiziki kontaktdan söhbət gedir, həm mənəvi kontaktdan. O övladın sonra cəmiyyətdə özünə yer tapmağı da daha asan olacaq. Təbii ki, bu ifrat dərəcədə olmamalıdır. Bəzən insanlar bunu səhv başa düşür. Övladlarına o qədər sevgi göstərirlər və o qədər komfort yaşadırlar. Aşırı sevginin heç bir problemi yoxdur? Yox, təbii ki, var. O insanlar bir evdə aşırı sevgi ilə böyüyən övlad bunu cəmiyyətdə hər yerdə gözləyəcək. Məsələn, sizin deyək, ya mənim iş yoldaşım olacaqsa, o düşünəcək ki, mən ona atası, anası kimi davranmalıyam və yaxud da ki, həyat yoldaşı ona anası kimi hər bir səhvini keçməlidir, hər bir halda qayğısına qalmalıdır və yaxud da ki, o cəmiyyətdə dostları arasında düşünəcək ki, mən nə etsəm də məni bağışlamalıdırlar, bura gətirib çıxardacaq və bu insanlar da həyatdan sonra zövq almamağa başlayır. Çünki hər şeyin ən yaxşısını yaşayan insanlar və əziyyətsiz
onlara hər hansı bir sunum yaşadıkları yaşanan insanlar və cəmiyyətdə müəyyən vaxtdan sonra artıq heç bir şeydən zövq almamağa başlayırlar və belə insanlar kifayət qədərdir və onlar qeyd etdiyimiz kimi ya hər hansı bir asılılıqdan ziyan çəkirlər. Burada bir çox asılılıqlar nəzərdə tutulur və bu dediyim kimi, yəni valideyn bəzən düşünür ki, bunu yaxşılıq edirəm, amma övladının gələcəyi üçün ən səhv addımlardan biri atır. Yəni burada da tarazlıq mütləq olmalıdır. Bağışlamaqdan danışmışkən, elə bağışlamaqdan gəlin davam eləyək. Hər kəsi bağışlamaq lazımdır sözünü son zamanlar eşidirik. Bağışlayırsan, yaradana, kainata buraxırsan, həyat hər şeyi öz yerinə qoyur və qoyacaq deyilər. Yalnız bağışlamaq əgər daxildən gəlmirsə, axı o bağışlamaq sayılmır. Qəlbən necə bağışlayırlar? Ümumiyyətlə, qəlbən bağışlamağın hər hansı bir yolu var, düsturu var? Ümumiyyətlə, bildirmək istəyirəm ki, bağışlamaq dedikdə biz məsələni insanın üzərinə köçürdürük. Amma əslində biz o insanı bağışladığımız deyil, o insanın bizə yaşatdığı hadisədən yaranan duyğunu bağışladığımız anda biz bir o qədər yüngülləşib və təslim olub yaradana, kainata buraxa bilirik. Biz insanı bağışlamaya bilərik. Bağışlamadığımız müddətcə o duyğu bizə xidmət edir və bizim həyatımızda başqa hadisələri yaradır. Oxşar hadisələri, oxşar ssenariləri. Bağışlamaq bir zəhərə bənzəyir. Süzüb onu özümüz içirik. Bağışladıqda bağışlamadır. Bağışlamamaq daha doğrusu. Bəli, bağışlamamaq bir zəhərdir. Bağışlamaq isə əlbəttə ki, bizim özümüzə fayda verir. Yenə də məcbur olmaz. Çünki o insanın və ya o şəxsin, o hadisədən yaranan məsələnin bizdə təzahürü görünməlidir. Yaradan, həmin bizdə yaranan yaralardan bizdə təkamül prosesi gedir. Ona müqavimət yaranır həmin məsələnin. Duyğu ortalığa çıxır. Zaten yaşadığımız bütün hadisələr 0-6-0-8 yaş arasında biz valideynlərdən, kainatdan, ətrafda nə görmüşüksə, böyük bir trayektoriyanın üzərində çizilən ssenari boyunca təkrar yaşayırıq. Amma onu necə qırırıq? Yenə də aydınlanıb, düşünüb, analiz etdiyimiz halda ancaq qıra bilirik. Analiz edib nəticə çıxarmaq lazımdır. Haçan ki, nəticə çıxartdıq, ssenari təkrarlanmır. Və bağışlamaq unutmaq deyil. Duyğu çox önəmlidir. Bağışlamaq önəmli deyil. Unutmaq demək deyil. Bəzən insanlar fikirləşir ki, mən bağışlayaramsa o hadisəni, o insanın mənə etdiyi hər hansı bir situasiyanı unudaram. Yəni bu unutmaq deyil. Yəni bu səhv aşılanan bir şeydir. Biz həmin hadisəni yenə xatırlayırıq. O insanın bizə biz əgər unutsaq, bir insan bizə zərər verirsə, bizi yaralayırsa, yenə eyni yerdən bizi yaralamasına icazə verərik. Amma Yeganə xanım qeyd etdiyi kimidir. Yəni proses tam olaraq da belə davam edir. Bağışlamaq buraxmaqdır. Buraxmadığımız sürəcə biz tutub saxlayırıq. Normalda gərgin hiss edirik. O insanla bağlı bütün günü gərgin fikirlər olur. Onu görəcəyimizdə verəcəyimiz ona hər hansı bir reaksiyanı düşünürük və həyatımızda daim o mənfi situasiyaya yanaşıb qalırıq və həyatımıza davam edə bilmirik. Və sanki biz orada eyni yerdə, eyni duyğularla həyatı davam edirik. Və bir yerdə həyatımızın o zaman keçdiyini fərqinə varıq. Düsturun belə deyək ki, fərqində olub buraxmağı bacarmaq lazımdır. Bağışlamağın düsturu. Düşünün ki, biz bir yükü, stəkanı əlimizdə saatlarla saxlayırıq. Nə baş verir? Biz yoruluruq, bəli. Yəni boş yerə emosiya, boş yerə enerji xərcləyirik. İllərlə bağışlamayan insanları dinləyirəm. Köhnə hadisələri bugünkü kimi xatırlayırlar. Təkrar deyirlər, Xəstəliklərə səbəb olur onlar. Böyük bir kin, qalıqlar və xəstəliklər nəticəsində bir şəkildə bizim fiziki bədənimizdən o çıxmalıdır. Və xəstəlik nəticəsində çıxır. Biz bayaq natamam ailələrdən danışdıq. Bəzən də olur ki, valideynlər ayrıldıqdan sonra analar, adətən keçmiş həyat yoldaşları öz kininə, nifrətinə görə övladı atadan uzaq saxlayırlar, göstərmirlər. Sonra deyirsiniz, travma yoxdur. Təbii ki, səhv. Sonra necə yaşasın Travmanı insan? inkar eləmirəm. Süni travmaların daha çox Aydın, onda yanlış anlaşılma oldu. Bəs o zaman övlad nə etsin? Övlad başa düşmür, üsyan edə bilmir.
ona deyilən sözlərin həqiqət olduğunu anlayır və bir müddətdən sonra kişilər də tez təslim olurlar. Bəzi kişilər mübarizə aparmaqdan bezirlər, rahatlığa qaçırlar və övladı illərlə görmürlər. Valideyn etməlidir orada. Yenə də baxın, ana etməlidir. Sənin münasibətin əgər qarşı tərəfləndirsə, sən bitirmisənsə məsələni, bunun övlada yükləmək, bunu acığını, hirsini övladdan çıxmaq, ona göstərməyərək çıxmaq, bu əlbəttə ki, həm yanlışdır, həm də bu heç bir insani dəyərlərə sığmır. Və valideyn özü-özlüyündə əgər bir oğul övladı böyüdürsə, onun şəxsində bir kişi obrazını zədələyir və bir qız övladı böyüdürsə, onun da obrazında bir kişi obrazını zədələyir və o insanın gələcəkdə hər ikisi üçün bir oğul övladının cəmiyyətdə yer tutmağında maneçilik törədəcək, qız övladının da yanlış insanlara rast gəlməyinə, yanlış insanların yanında olmağına bir belə deyim, şərait yaradacaq. Yəni valideyn özü-özlüyündə bunu başa düşməlidir və boşanmalar baş verərsə də uşaqlara bu aşınmalıdır. Ata ilə ana boşanır. Sənin atan səndən boşanmır və yaxud da ki, anan səndən ayrılmır. Yəni, onlar valideyn olmaqda davam edir. Onlar sənin yanında olacaq və münasibətin eyni yerdən davam edəcək. Sadəcə siz hər hansı bir valideynlə bir evdə yaşamayacaqsınız. Və əmin edirəm ki, bəzən hər hansı bir situasiyalarda valideynlərin keçinməzliyi nəticəsində onlar bir evdə yaşayırsa, övladlarına daha çox zərər vuracaqlar. Nəinki boşanmalar. Boşanmalardan yana deyiləm və düşünürəm ki, boşanma bir situasiyada ən axırıncı atılacaq addımdır. Amma birinci atılacaq addım deyil. Yəni, hər hansı bir yara varsa, birinci o müalicə olunmağa başlanmalıdır. Sonda o cərrahi müdaxilə olunmalıdır. İlk növbədə psixoloqa deyirsiniz ki, ailə psixoloquna müraciət etmək lazımdır. Və övladlarına bunu müəyyən qədər, çünki övlad valideynin düşündüyündən də həssasdır. Yəni, hər birimiz bəlkə də 5 yaşımızda, 4 yaşımızda olan hadisələri çox yaxşı xatırlayırıq, hər hansı münasibəti çox yaxşı xatırlayırıq, sözləri yaxşı xatırlayırıq. Valideyn boşanma prosesində belə ata ilə bağlı övlada hər hansı bir yanlış informasiya verirsə, ata obrazını zədələyirsə, bu 1 ildən sonra, 2 ildən sonra eyni düşüncədə olmasa da övlad artıq oradan bir öz payını alıb. Əfsuslar olsun ki, belə məqamlar da olur cəmiyyətimizdə. Ona görə öz hisslərimizi övladlarımızı hisslərimizə qurban verməyək. Biz burada qız, oğlan deyə ayırmaq istəmirik. Yalnız bir məqamı istəyirəm toxunaq, bilmirəm, övladdır, uşaqdır deyə bilərik. Qızlar daha adaptasiya dövrünü ayrıldıqdan sonra tez keçə bilir, yoxsa oğlanlar? Çünki temperament tipləri insanlarda müxtəlifdir, düşüncələr müxtəlifdir, əlbəttə müəyyən yaşa çatdıqdan sonra. Yalnız biz oğlan uşaqlarını o qədər demişik ki, oğlan ağlamaz, kişi ağlamaz, sən güclü olmalısan, qızlara bunu biz aşılamırıq. Və həmin prosesdə qızlar və oğullar, təbii ki, hər kəs bu problemi yaşayır. Hansı daha tez vəziyyətdən çıxa bilir? Deyə bilərik, yoxsa yox? Bu cavab heç vaxt bir mənalı mütləq cavabı yoxdur, amma prosesdə yaş faktoru önəmlidir. Amma məsələn 9 yaşına qədər olan ayrılıqlarda qızlar və oğlanlar ayrılıq acısını eyni dərəcədə yaşayır. Sadəcə oğlan övladları onu daxilən özünə məxsus, özünə çəkilərək yaşayır. Qız övladları isə daha qabarıq, emosional, məktəbdə daha çox müəllimlərinə və öz sinif yoldaşlarına bu acıları anlatdıqları olur. Hətta məktəb psixoloqlarına belə son zaman o qədər modernləşib ki, təşəkkür edirik məktəb psixoloqlarına, belə psixoloqlara ki, şagirdlərlə danışırlar, onların öz problemlərlə maraqlanırlar. Müəllimlər də bu prosesdə qızlara kömək edir, amma əksinə oğlanlar bunu daxilən özlərinə qapanıqlı olaraq, hətta bir neçə faiz var statistikada ki, Avropa ölkələrində anası, atası ayrılan oğlanlar idmanlarını yarımçıq qoyur, rəsm əsərlərini, məşğələlərini müəyyən fasilələr yaşayırlar. Demək ki, onlar öz dünyasında hansısa bir obrazı məhdudlaşdırırlar. Artıq ailə tablolarında bir nəfər olmur, tamamlanmır. Beləliklə özlərinə daxili böhran yaşayırlar. Ona görə qızlarınki ağlayaraq, bölüşərək daha yüngül keçir, oğlanlarda daha qapanıqlı, amma acı-acıdır, eynidir.
Eynidir. Hardan baxsaq eynidir. Eynidir. Cinsiyyəti yenə də Fərq ki, yoxdur. bölmək lazım deyil. Qızlar, qız uşaqları daha çox ataya bağlı olurlar deyirik. Yalnız bəzən olur ki, belə məqamlar yaşandıqda qızlar analarının yanında olurlar və ata obrazını ümumiyyətlə həyatlarında görməyən qızlarımız var. Dünyadan köçən ataları olur və yaxud da müəyyən səbəblərə görə birlikdə yaşamayıblar, boşanıblar və s. və ilaxır. Bu zaman biz deyə bilərik ki, atası yanında böyüməyən qız övladının problemləri gələcəkdə daha çox olacaq, daha dərin olacaq, travmaları daha dərindir. Yoxsa yenə də bu məqama toxunmayaq. Nə deyirsiniz bu haqda? Məncə toxunmalıyıq, çünki Vətən müharibəsində qız övladlarımız, oğul övladlarımız atasız qaldılar. Son təyyarə qəzasında övladlarımız atasız, valideynlərini itirən tərəflər oldular. Və mən düşünürəm ki, artıq cəmiyyət olaraq məsuliyyət bizim üzərimizə düşür. İstənilən itki növündən asılı olmayaraq atasız böyüyən qızlara gəlin köçdüyü ailələr 2 qat həssas yanaşmalıdır. Bax, burada ayrı seçkilik, faiz bağışlanılandır. Gəlin elə bu məsələlərdə atasız qızlara daha çox güzəştərək, onları daha çox düşünək. Bilirsiniz necədir? Ata itirmiş qızlar deyir ki, qanadsız bir quşdur. Yəni, ola bilər ki, o kənardan mənzərəyə baxsın, amma heç vaxt göydə pərvazlanmayacaq. Bu, o qədər təsirli səhnədir ki, və ona görə gəlin köçdüyü ailələrdə onlara diqqət, qayğı olmalıdır, xüsusi olmalıdır. Bəzən onlarda özünə qapanıqlıq olur, 1 saat, 2 saat və o boşluğu heç bir şey doldura bilmir. Amma o boşluğu dolduran bir qüvvə var, sevgi. Əgər mütləq sevgi olsa, onlarla qarşılaşsalar, onların gələcəyi parlaq olar, gözəl olar. Bəlkə də sevgi elə bir duyğudur ki, bütün xəstəliklərin dərmanıdır. O qanadsız quşun da səmada pərvazlaşmağına səbəb elə ilkin növbədə sevgidir. Sevgidir. Biz hər zaman verilişimizdə deyirik ki, təmənnasız sevin və sevgi verin. Beləliklə, verilişimizin sonu artıq gəldi, çatdı. Təşəkkür edirəm sizin hər birinizə. Çox sağ olun, Xuraman xanım. Gəldiniz, vaxt ayırdınız, bu ləzzətli şirniyyatları hazırladınız. Bir daha minnətdaram sizə. Çox sağ olun. İnşallah dəvət elədiyiniz üçün mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Fidan xanım, ad Çox günü sağ olan olun. gözəl xanım sizlə davam Təşəkkür edir. edirəm hər bir şey üçün. Çox dəyərlisiniz mənim üçün. Siz Və hər zaman da qeyd edirəm, gözəl mövzuları işıqlandırdığınız üçün bir ayrı təşəkkürlər. Çünki hər bir halda informasiya insanlara nəyisə həll etməsə də, amma köməkçi olan vasitədir və təbii ki, bu düzgün informasiya elə sizin verdiyiniz və ötürdüyünüz kimi. Çox sağ olun Fidan xanım. Buyurun. Son söz olaraq tamaşaçılarımıza nə Mən demək? sizə ilk növbədə təşəkkür eləmək istəyirəm ki, cəmiyyətimiz üçün bu qədər faydalı olursunuz. İnformasiyanı ən doğal şəkildə müzakirə edərək, obyektiv formada çatdırırsınız və ən gözəl nümunə olursunuz. Minnətdaram sizə. Bütün problemlərin tək açarı var. O da sevgidir. Diqqətdir, empatiyadır. Yenə də sevgidir. Bütün o bayaq sadaladığımız travmaların, çətinliklərin və s. altında ən çox olan səbəb sevgisizlikdir. Demək, nə etməliyik? Dərman yenə də sevgidədir. Çox sağ olun Yeganə xanım. Mən də təşəkkür edirəm dəvətiniz üçün və kurabiyələrə də baxıram, düşünürəm veriliş bitsin, mən də tadım artıq. Az qalıb artıq. Fidan xanımı da təbrik edirəm, ömrü bərəkətli, gözəl olsun. Cəmiyyətimizin əsas sütunlarından biridir psixologiya sahəsi. Siz də onun gözəl nümayəndəsisiniz. Sizə çox ömürlü, gözəl, bərəkətli, sevgili həyat arzulayıram və sizin kollektivə uğurlar arzu edirəm və düşünürəm ki, həyatda ən önəmli məsələ diqqətdir. Diqqətli olaq ki, incitməyək, bağışlayaq, bağışlanaq və qınamayaq. Nə gözəl söylədiniz. Çox sağ olun, Uğurlar. bir daha var olun. Təşəkkür edirik sizə. Bizə tamaşaçılarımızla sağollaşırıq. Hər birinə sevgi ilə qalmağı arzu edirik. Övladlarımızı sevək, ətrafı sevək və təbii ki, özümüzü də sevək. Bu günlük bu qədər. Sağ olun.